Bir daha hər birinizi salamlayıram. Bugün bizim ünsiyyət bacarığı 3 aylıq kursumuzun birinci dərsidir və bu dərs tam açıq keçirilir, yəni yayımlanır. Həm sosial şəbəkədə, həm də eyni zamanda Zoom platformasında bütün qruplarda biz Zoom linkini paylaşmışıq ki, hər kəs qatılıb iştirak edə bilsin. Yəni kimin üçünsə bu mövzu vacibdirsə, ən azından bugünkü dərsdə ünsiyyət bacarığının hansı forma, hansı üsullarla inkişaf etdirməyi biləcək. Çünki bayaq dediyim kimi bizi bir-birimizə bağlayan nədir? Kommunikasiya. Yəni bir körpüdür də aramızda. O körpünün nə cür olması, onun eksteryeri, gözəlliyi, rahatlığı, komfortluğu bizim əlimizdədir. Ünsiyyətdən çox şey asılıdır. Var qıcıqlandırıcı ünsiyyət, çünki insanın danışığında, nitqində ola bilər ki, hansısa bir bezdirici səs tembri olsun, narahat edici, aqressiv və yaxud da ki, biraz belə deyim də, insanları beynimə, onun səsi beynimə işdir, ona dözə bilmirəm. Bax, belə bir məqamlar olanda insanlar çox vaxt bu ünsiyyətdən qaçırlar. Amma ünsiyyətə təsir edən faktorlar da çoxdur. Yəni səbəblər var və o səbəbləri biz bugün açıq dərsimizdə araşdıracağıq. İndi birazdan əyani dərsimiz əslində saat 2-dən etibarən bax bu otaqda, bu məkanda bizdə hər həftə, yəni həftədə bir dəfə məşğələlər gedəcək. Əzə xanım, buranı idman zalı hesab edin. İdman zalı. Niyə görə? Çünki bura gəlirik əzələlərimizi möhkəmləndirməyə. Çünki bilirsiniz, danışıq, nitq bu praktika ilə tətbiq olunan və inkişaf edən bir prosesdir. Nə qədər biz nəzəri tərəfdən desək və araşdırsaq, bugün araşdıracağıq da, hansı səbəblər bizim ünsiyyətimizi kasatlayır? Niyə görə bir insanlar gözəl bir peşəkar ola bilər, gözəl bir ustad ola bilər, işinin mahiyyətini bacaran, bilən, məlumatlı olan, ağıllı, zəkalı insan görürsən ki, həyatda uğur əldə edə bilmir. Adi bir telefon zəngidir, açıb zəng edə bilmir. Burada təbii ki, sosialfobiyanın əlamətləri də var, bilirsiniz də. Hə. Yəni orada var ki, insanlar nədənsə narahat olurlar və hələ də bax məsuliyyətdən irəli gələn, mükəmməliyətçilikdən irəli gələn məqamlar da var ki, hələ hazır deyiləm. Hələ biraz qoy qalsın gələn səfərə, sonradan ya da işi başlayır, sonra yarımçıq qoyur. Niyə görə? Çünki burada ünsiyyət prosesində insanı saxlayacaq o psixoloji bariyerlər var. Hansılar ki, kənar faktorlardan da irəli gələ bilər, bayaq dediyim kimi, və daxili proseslərdən də, insanın özünə qarşı münasibətdən də. Yəni, hansı təsəvvürə malikəm? Mən necə biriyəm? Və əgər mən necə biriyəmsə, ondan irəli gələrkən mənim danışığım formalaşacaq. Bir çox insanlar ola bilər ki, danışığa heç diqqət yetirməsin, heç əhəmiyyət verməsin, amma bu çox təəssüf hissinə qeyd edə bilərəm ki, belə insanlar da var. Elə insanlar var ki, heç bilmirlər ki, onların diksiyasında problem var. Tutaq ki, nöqsan var, bilmirlər, başa düşmürlər. Amma əgər insan başa düşür, öz zəif və güclü tərəflərini, buna deyilər fərqindəlik. Mən başa düşürəm, mənə bax deyirsin, danışa bilmirəm. Əslində danışa bilirsiniz. Amma sizin bugün, misal üçün, özünüzlə əlaqəli təsəvvürün formalaşması haradasa zəif tərəflərinizi qabardır və ona qarşı münasibətinizdə biraz, nə deyim də, narahatlıq və həyəcan hissi doğurur ki, bu elə bir ki, sanki mənə mane olur və bir məsuliyyət kimi atırsınız onun o çiyninə, həmin o qüsurun çiyninə ki, bundan irəli gələrək məndə alınmır. Amma elə deyil. Buna deyilər məsuliyyətdən yayınmaq. Hər bir insan yaşından asılı olmayaraq, vəzifəsindən asılı olmayaraq, statusundan asılı olmayaraq, gözəl danışığa malik ola bilər və bu bizim həm işimizdə, həm şəxsi münasibətlərimizdə, elə bir ki, danışıq modelinin nə cür aparılması, nəzakətlimi, aqressivmi, çünki burada intonasiyada, xüsusi vurğular da hətta cümlələrdə mənanı belə dəyişə bilər. Suallarınıza hələ ki, cavab verə bilmirəm, ona görə canlı bağlantı gün açılıb, o məqsədlə ki, birinci dərsimizi tam yayımlayaq. Siz də məlumatlı olasınız ki, ünsiyyət bacarığı kursu hansı formada keçirilir. Mən bu kurs haqqında qısa da olsa məlumat verim. Öncəliklə bir özümü təqdim etmək istəyirəm. Yeni ola bilər ki, ilk dəfə məni izləyənlər üçün. Samira Rəhimova, ailə terapevti, klinik psixoloq və şəxsi inkişaf üzrə təlimçi, mütəxəssis. İllər əvvəl ola bilər ki, məni televiziya sahəsindən tanıyasınız. ATV Maqazin jurnalının baş redaktoru idim, Şarm proqramına parçası idim. Bugün marketə daxil olmuşam, təsəvvür edin. Orada kassada bir xanım durub, belə yaxşı, belə yaraşıqlı bir xanımdır. Baxır ki, yaşca belə deməsin də gəncdir, biraz pullu xanımdır.
Deyir ki, mən sizi tanıdım, mən baxıram, deyir, görürəm ki, nəsədir doğma gəlir. Sən demə, yadıma düşdü ki, mən siz şarm verişinin aparıcısıymış. Mənə burada deyirlər, həmin qızı, mən sizi 6 yaşından deyir, baxır, mən sizi uşaqlıqdan izləyirəm. Deyirəm, bəli, bəli, mənə deyib də. İndi belə edir. Üzr istəyirəm, neçə yaşınız var? Deyirəm, 41. Oh, nə danışırsınız? Ola bilməz. Deyirəm, biz demirsiniz, uşaqlıqdan baxırsınız. Yəni doğrudan da mənim 20 illik televiziya sahəsindəki təcrübəm bu gün mənim psixologiya sahəsindəki fəaliyyətimə çox kömək olur. Psixologiyada da yeni deyiləm, 10 ildir ki, daha dərindən psixologiyaya məşğul oluram. 3-cü təhsilimi bu sahədə alıram. Aldım artıq təbii ki, artıq 2020-ci ildən klinik psixoloq olaraq fəaliyyət göstərirəm və eyni zamanda həmkarlarıma da bax bu ünsiyyət məsələsində rəsmi çıxışlarda, kamera qarşısında çəkilişlərdə hansı bariyerləri aşmaq lazımdır, o istiqamətdə kömək oluram. Salamlayıram. Zoom'da bizim iştirakçılarımız var. Hansı ki bizim kursumuzun artıq üzvləridir və eyni zamanda açıq qruplarda da link paylaşmışam ki, kim ki bu mövzuya maraqlıdır, daxil ola bilsinlər. Beləcə yavaş-yavaş başlayırıq. Yəni mən dedim, söz verdim ki, bu kurs haqqında ümumi məlumat verəcəm sizə. Əslində 3 aylıq bir kursdur və bu 3 ay müddətində biz bundan əvvəlki, misal üçün mənim təlimlərimdə, hansı ki mən əvvəllər aparıcılarla da işləmişəm, onların diksiyası üzərində biz bir müddət çalışmışıq, bir sıra var, hətta məşhur simalar da var onların arasında. Çünki dediyim kimi 20 illik əvvəlki mənim televiziyadakı fəaliyyətimdə bu istiqamətdə mən çalışırdım. Yəni səhnə danışıqdır, səhnə hərəkətləridir. Lakin sonradan psixologiyaya gəlişimdə məhz mütəxəssislərin bugün üçün öz fəaliyyətində sosial şəbəkələrdən nə cür səmərəli istifadə etməlidirlər, nə cür insanlarla, bax, auditoriya ilə nə cür kontakt qurmaq lazımdır, bu istiqamətdə onlara dəstək oluram. Bu çox vacib bir məsələdir. Bunsuz mümkün deyil. Bizim bir-birimizə canlı ünsiyyətimizi belə deyim də, bir alət kimi, bir vasitə kimi biz nə cür istifadə ediriksə, eləcə də bugün sosial şəbəkələrdə şəxsi təqdimatımızı, özümüzü tanıtmaqda çox böyük bir vasitə kimi istifadə etməliyik. Yəni, nə edəcəyik biz? İşimiz nədən ibarət olacaq? Birincisi, belə deyək, psixoloji faktorlar var. İnsan nə dərəcədə, ola bilər ki, baxın, diksiyada heç bir qüsurunuz yoxdur. Doğrudan da insan normal danışa bilir, yaxşı, gözəl nitqi də var, səs tembri də yaxşıdır, ahənglidir, yəni diqqəti hətta çəkə də bilər. Amma psixoloji faktorlar, həyəcan, narahatlıq, kənar diqqəti yayındıran bir sıra məsələlər həmin o çıxış zamanı, rəsmi çıxış zamanı həm kamera qarşısında, həm də səhnədə insanı birbaşa olaraq həm danışığında, həm də zahiri görünüşdə tam büruzə verə bilər. Yəni, o həyəcan əks olunur. İnsan narahat olanda nələr baş verir? Bax, həyəcanlı olanda gəlin təsəvvür edək, hansı vəziyyət yaranır? Hər birimiz həyəcanlanmışıq da. Yadınıza sala bilərsiniz, hətta məktəb illərində. Çıxanda, misal üçün, lövhəyə müəllimə çağıranda hansı həyəcanı hiss edirdik? Ürək döyüntüsü belə çırpınır, sanki elə bir ki, boğazıva gəlir də. Bəzən həyəcan o dərəcədə aşırı olur ki, insanın gözü qarala bilər, ürək bulantısı yarana bilər. Bunlar hamısı nə cür təsir edir bizim zahiri görünüşə? Elə insanlar var ki, həyəcanlı olanda sürətli danışırlar, həddindən artıq sürətli danışırlar, səslərini ucaldırlar. Elə insanlar var ki, əksinə danışan vaxtı həyəcanlıdırsa, səsləri yavaş-yavaş belə deyim də, aşağı düşür, sözlərin sonu yeyilir, belə nəinki yeyilir, hətta deyilən fikirlər unudulur. Bayaq dediniz, cümlənin əvvəlini başlayıram, sona çatdıra bilmirəm. Niyə belə baş verir? Gəlin mən sizə bugün, belə deyim də, uğurlu bir ünsiyyətin formalaşması üçün vacib sayılan bir neçə göstəricini sadalayım. Hesab edin ki, əgər siz hardasa, fərq etmir, qapalı məkan olsun, açıq məkan olsun, düzdür, onların arasında fərq var, yəni kamera qarşısında insan bir cür danışmalıdır. Auditoriya qarşısında əslində bir qədər daha geniş diqqətini, yəni arxa tərəfə də o qədər yönəltməlidir ki, həm hər şey nəzarətində olsun, itməsin, həm də eyni zamanda o diqqəti çəkmək üçün öz üzərinə olan, belə deyim, diqqəti düzgün bir formada formalaşdırsın. Salamlayıram, xoş gəlmişsiniz Şəbnəm xanım. Deməli, burada nə məsələdir? Auditoriya səsi kökləmək, bu texniki məsələ, bizim nitqimizin
hansı bir formada formalaşması üzərində biz bu 3 ay boyunca işləyəcəyik, o heç öz yerində. Amma əsas məqsəd nədir? İnsan birinci özünü tanımalıdır. Yəni, yaxşı bir mənada deyirəm bunu. Şəxsi təqdimat önəmlidir. Təsəvvür edin ki, əgər siz harasa çıxırsınızsa, bax, özünüzə qarşı olan psixoloji hazırlıq budur. Mən kiməm və mən insanlara nəyi çatdırmaq istəyirəm? Bax, birinci bu əgər bu suala cavab əgər hələ tam formalaşmayıbsa, niyə görə mən bayaq sizdən soruşdum ki, content hansı mövzu ətrafında istəyirsiniz, belə deyim də, formalaşdırasınız konsepsiyanı. Hətta əgər bu münasibət problemini işıqlandırmaq istəyirsinizsə, məsələn, psixoloqlar üçün, coachlar üçün bir istiqamət var da, bu istiqamətdə mən istəyirəm bir mütəxəssis olaraq insanların etibarını qazanım. Deməli, mən bu münasibət mövzusunda da hardasa ümumiləşdirməməliyəm. Bu məsələni bir qədər konkretləşdirməliyəm ki, yaxşı, bu münasibətlər mövzusunda mən insanlara nəyi çatdırmaq istəyirəm? Birincisi, mən kiməm? Şəxsi təqdimatda bəzən insanlar özünü təqdim etməkdə çox çətinlik çəkirlər. Əvvəlki təlimdə iştirak etmişsiniz şəxsi təqdimatda. Orada sırf biz özünü ifadə etmə üzərində işləyirdik. Bizim əvvəlki mütəxəssislərimiz, bax, kimlər ki, mənim həmkarlarım, psixoloqlarım o təlimlərdə iştirak ediblər. Orada sırf bax, bu özünü ifadə etmə bacarığı üzərində işləyirdik. Çünki bu ayrıca geniş bir məsələdir, geniş bir mövzudur. Çünki insan danışarkən öz hətta adını belə səsləndirəndə orada həm həyəcan elementləri dərhal özünü göstərir, həm də bəzən çox lazımsız informasiya verilir. Yəni, burada net danışmaq lazımdır. Mən ki, ad, soyad, ixtisas, yəni mən avtobiografiyanı açmaq neçənci ildə harada nə adan olmuşam, bu təbii ki, geniş bir özün haqqında məlumat verəndə, orada da haradasa ən vacib həyatında prioritet sayılacaq nailiyyətlərini üzə çıxartmalısan ki, bax, bu nailiyyətlərimi deməklə mən nə əldə etmək istəyirəm? Nəyi çatdırmaq istəyirəm insanlara? Ola bilər ki, misal üçün də, bax, psixologiya mənim 3-cü ixtisasımdır, amma mən vaxtikən rəssamlıq akademiyasında təhsil almışam. Mən indi onu da mı danışmalıyam? O barədə danışmalıyam. Əgər bu rəssamlıq akademiyasını bitirməyim, mənim bugünkü ünsiyyət bacarığı kursumu aparmağıma heç bir, belə deyim də, təsiri yoxdursa, mən o barədə danışmayacağım. O barədə deməyəcəm. Yəni, əsas məqsəd yönlü çıxış etmək üçün insan birinci özü haqqında məlumatı məhz motivinə uyğun kökləməlidir bir növ. Mən kiməm? Məsələn, Samirə Rəhimova ailə terapiyası üzrə mütəxəssislərim ki, klinik psixoloq və eyni zamanda söylədim ki, şəxsi inkişaf üzrə də mütəxəssis təlimçi olaraq fəaliyyət göstərirəm. Bax, bunu necə deməyiniz, insanlarla göz kontaktı qurmağınız, bunlar vacibdir. Sualınız varsa deyin. Личное развитие. Личностное развитие даже больше. Yəni, bu insanların belə məlumatı ötürməkdə məqsəd də ondan ibarətdir ki, siz başlıca ana xətti belə unutmamalısınız. Çünki bizim danışığımız, üzrdən burada deyəsən səslər var mikrofonda. İstəyirsin mən o zaman mikrofonun səslərini bağlayam, çünki bizə mane olacaq. Artıq iştirakçılar çoxalır. Ona görə bir dəqiqə. Hələlik. Sonradan açacağım mikrofonu xanımla. Nə sualınız olsa, xanımlar, bəylər, kimlər ki, iştirak edir. Nə sualınız olsa, bağladım ama mikrofonu deyəsən. Включить звук. Bəs niyə bağlanmadı? Rəna xanım, mən sizi su organizator edə bilərəm. Bir dəqiqə, mən Rəna xanımı su organizator edim ki. Делать su organizatorum. Zəhmət olmasa, imkan olduqca birdən gördünüz ki, kimsə mikrofonu açıb, ümumi bağladım, amma bax, kimisi mikrofonu açıqdır, görə bilmirəm. Hə, Rəna xanım özünki başı qoydu. Всё, okey, sizi su organizator edim. Bəli, Samira xanım. Siz su organizatorsınız, çox sağ olun, çox sağ olun. Hə, yəni baxın, bir daha xatırlatmaq istəyirəm ki, bizim danışığımız bir vasitədir. Yəni məlumat, əgər siz hansısa bir tədbirə çıxırsınızsa, təsəvvür edin də, böyük bir səhnə də ola bilər. Kiçik bir auditoriya da ola bilər. 20-30 nəfərlik. Hansısa bir iş mühitində, işgüzar danışıqlarda sizə söz verib danışmalısınız, düzdürmü? İnsanlar sizi dinləmək istəyirlər. Amma siz əgər danışarkən
sadəcə məlumatı ötürmək xatirinə danışırsınızsa, bu hardasa diqqətinizin yayılmasına səbəb ola bilər. Çünki sizin diqqətiniz nədir? Mən bildiyim hansısa bir informasiyanı gözəl bir formada çatdırım. Amma mən bu informasiyanı çatdırmaqda məqsədim nədir? Bu vacib sayılan bir elementdir. Buna istərdim ki, diqqət yetirəsiniz. Əgər birinci addımımızda şəxsi təqdimatı mükəmməl bir formada icra edə biləcək, yəni özünü ifadə edə biləcək vacibliyi dururdusa, ikinci mərhələdə məqsəd müəyyən olunmalıdır. Niyə görə danışırsınız? Hansı məqsəd var? Hansı məlumatı çatdırmaq istəyirsiniz? Əgər siz bu formada tutaq ki, insanların qarşısında çıxış etməyə başlasanız, müxtəlif diqqətinizi yayındıracaq, ola bilər də stres faktorlar var. Kimsə kənardan bir sual verə bilər, sizi mövzudan uzaqlaşdıra bilər, kimsə hansısa bir baxışı ilə belə, ne problema, baxışı ilə belə sizi vəziyyətdən çıxara bilər. Amma sizin düşüncənizdə, ana xəttinizdə məqsədyönlü bir informasiyanı ötürməkdir forması varsa, sizin diqqətinizi heç kəs yayındıra bilməyəcək. Bu məsələlərdə, baxın, mənim texniki məsələlərdə diqqətimi yayındırsa da, mən sizə çatdırmaq istədiyim məlumatı mütləq çatdıracağım. Deməli belə. Burada bir sıra bir dəqiqə. Açıq dərs günündə əsas məqsədim nədir? Bax, mənim bugün sizin qarşısına çıxış etməkdə əsas məqsədim nədir? Təkcə ünsiyyət bacarığının nə dərəcədə vacibliyi barədə məlumat vermək deyil. Təbii ki, bir insanları auditoriya ilə kontakt qurmaqda əsas məqsəd odur ki, onları sonradan nəyisə yönləndirmək, hansısa bir istiqamətdə tövsiyə etmək. Bu məqsəd budur ki, kurs haqqında məlumat vermək, kimlər bu kursda iştirak edə bilər, bu kursda iştirak etməklə hansı nailiyyətlər, uğurlar əldə edə bilər, niyə görə vacibdir ünsiyyəti genişləndirmək, hansı məqsəd daşıyır? Biz yaxşı, tutaq ki, gözəl bir danışıq qabiliyyətinə malik olduq. Nə edəcəyik bundan sonra? Nə cür öz nitqimizdən istifadə edəcəyik? Hansı konsepsiyaya uyğun hərəkət edəcəyik? Odur ki, əgər siz məqsəd yönlü bir çıxışınızı formalaşdırsanız, misal üçün da hansı bir təlimə hazırlaşırsınız, o təlimin özünün də bir reglamenti olmalıdır. Bax, bunu öncədən deyim ki, nitqin çıxışı hazırlamaq bir üslubu var. O reglament üzrə insan çıxışın başlanğıcı var, kulminasiya nöqtəsi var və sonda da insanları yönləndirmək üçün bir hərəkətə çağırış var. Bu, deyirlər buna ana xətt. Onun kənarından yəni, çıxmaq, yayınmaq, nəyisə unudub deməmək mümkünsüz olacaq. Çünki siz artıq bilirsiniz ki, hansı təyinat nöqtəsinə qədər gedib çatmalısınız. Bu məsələdə birinci psixoloji bir hazırlıq keçmək lazımdır. Ona görə bizim kursumuzun, bax bu sistemli olaraq mən bir alqoritm tərtib etmişəm bu kurs müddətində ki, insanlar bir ay birinci modulda nədən başlamalıdırlar, hansı mərhələləri adlamalıdırlar ki, növbəti etapda onlara çətin gəlməsin. Biz indi sizinlə birbaşa tutaq ki, ünsiyyətdə, kommunikasiyadakı olan qüsurları aradan qaldırmağa başlasaq, tutaq ki da, siz biləcəksiniz ki, hə, yaxşı, diksiyanız üzərində işləyirsiniz. Aydın nitqə sahib olmaq üçün, gözəl bir səs tembri, ahəngini formalaşdırmaq üçün, o səsi kökləmək üçün xüsusi texnikalar var. Hansı ki, o texnikalardan mütləq insan mütəmadi olaraq ən azı gündə 2 dəfə məşq etməlidir, səhər və axşam. Bunsuz mümkün deyil. Bu bizim səsimiz bir cihazdır. O cihazdan biz düzgün bir formada istifadə etməliyik. O cihazı düzgün kökləməliyik. Lakin bu texniki vasitələrdən tutaq ki, siz istifadə edərsinizsə, amma nəticə etibarilə sonradan psixoloji faktorlar sizə mane olarsa, bizim bütün bir əməyimiz hesab edin ki, sıfıra inəcək. Çünki nə qədər də biz nəzəri tərəfdən bilsək də, məşq etsək də deyəcəksiniz ki, Səmira xanım, hər şey yaxşıdır, bilirəm, hər şey o qədər gözəl danışıram ki, valla tək qalanda çox yaxşı danışıram. Amma ta ki, deyir, kameranı yandırandan sonra, kameraya baxandan sonra və yaxud da ki, səhnəyə çıxandan sonra hər şey dəyişir. Niyə dəyişir? Niyə insan bildiyini unutsun axı? Niyə görə bu hallar baş verir? Olubmu sizin həyatınızda ki, siz çıxmışsınız səhnəyə, çox gözəl hazırlaşmışsınız danışmağa,
Amma elə bir ki, bir neçə dəqiqədən sonra dediyiniz, hazırlaşdığınız fikirlər tam unudulub və siz vəziyyətdən çıxmaq üçün müxtəlif başqa misallar çəkməli olmusunuz, sonradan heyfslənmisiniz, təəssüf hissi keçmirsiniz. Axı mən bunu belə demək istəmirdim. O qədər ağılda fikirlər var idi ki, hamısı diqqətimdən yayındı getdi. Niyə? Niyə belə olur? Olub belə hallar. Bir dənə plus yazın görüm, hal-hazırda sizi misal üçün qarşılaşdığınız nə kimi problemlərlə üzləşmisiniz? Misal üçün mənim yadımda gəlir ki, illər əvvəl hələ televiziya sahəsində ilk addımlarımı atırdım da. Yeni il tədbiri idi və mənə dedilər ki, olur da. Yəni mənə dedilər ki, hətta həmişə olur yazanlar var. Hətta bayaq xanım da bayaq dedi ki, məndə də olur ki, cümlənin əvvəlini deyirəm, zaten unudulur sonradan. Niyə belə olur? Baxın, mən indi həmin o sizə vəziyyəti təsvir edim, nə ilə üzləşmişdim də. Ümumiyyətlə, mənim birinci çıxışım da həyəcanlı idi. Baxmayaraq ki, çox belə mükəmməl hazırlaşmışdım. Səhnə danışığından çox gözəl, belə deyim də, məlumatlı bir insan, təlimatlı bir mütəxəssis idim. İxtisasım bu idi bir növdə. Və amma çəkilişdə o həyəcan hissləri məni elə bir vəziyyətə gətirib çıxartmışdı ki, həm sürətli danışırdım, həm ucadan danışırdım, bayaq elə dedim də. Salam, hər birinizi xoş gördük, dəyərli izləyicilər, hər birinizi mən bugünkü verilişdən çox salam. Bax, bu sürət, tempi mənim o həyəcan əlamətlərimi birbaşa qabartmışdı, təsəvvür edin. Və o illərdə də yeni il şənliyi idi, Heydər Əliyev sarayında tədbir keçirildi. Məni də dəvət etmişlər. Yəni aparıcı qismindən mən, bir də ki İlkin Həsəni, yəni hər biriniz tanıyırsınız. O ilə birlikdə biz səhnəyə çıxıb tədbiri aparmalıydıq. Və təəssüf olsun ki, belə ciddi bir reqlamət üzərində hazırlıq işi də yox idi. İlkin o vaxtlar bədahədən danışmağı bacaran bir aparıcı olsa da, mən bir qədər narahat idim. Çünki yeni, düzdür, bir yerdə, hətta İncəsənət Universitetində bir yerdə təhsil də almışdıq. Amma mən o vaxtlar bir qədər narahatlıq, həyəcanlı olmağımın səbəbini də bilirəm. Çünki rus dilində təhsil almışdım. Özüm axı rus bölməsini bitirmişəm. Və canlı yayımlarda danışarkən narahat olurdum ki, birdən rus dilində sözlər istifadə edərəm. Dilimdən qaçar, yəni fikrimdə o bütün məlumatlar yayınır. Ona görə canlı yayımlardan maksimum yayınırdım, qaçırdım. Və özümə görə də komplekslərim də var idi axı. Bax, bu da çox belə vacib bir məsələlərdir. Komplekslər. Sən nədən utanırsan? Mən hesab edin ki, saçlarımı bax, belə üzümə töküb gəzən qız idim da, məktəb illərində. Hər şeydən utanırdım. Ünsiyyətdən qaçırdım. Sinif yoldaşlarımla belə aktiv, belə yaxın münasibət də qura bilmirdim. Hər şeydən çəkinirdim. Zəng olurdu, heç koridora çıxmırdım ki, birdən misal üçün də hardasa tək qalaram, rəfiqələrimlə, yəni birdən üz döndərərlər. Onların dedikləri zarafatları tam tuta bilmirdim. Bax, bu kompleksləri idi. Məni sinif yoldaşlarım indi görəndə, rastlaşanda da bəzən canlı yayımda deyirlər, Samira, sən necə dəyişmisən? Sən axı kompleksli qız idin. Təsəvvür edin, məni görmüşlər, mən axı əlimi qaldırıb belə müəllimlə danışa bilməyən, çəkinən, utanan bir qız sonradan necə oldu, aparıcı oldu. Yəni təsəvvür edin, o bariyerləri, o həyəcanı mən nə cür aşmışam. Mən bunun praktiki cəhətdən yolunu keçmişəm və psixologiya gəlişimdən sonra bu keçid mərhələsini peşəkar bir formada artıq insanlara çatdırıram ki, daha qısa yolla siz bu bariyerləri aşa bilərsiniz. Mən bunu aşmışam, mən bu üz-üzə gəlmişəm bu qorxu ilə. Qorxu öz-özlüyündə bir vasitədir. Əslində qorxu bizim üçün bir siqnaldır, bir simptom, elə bir simptomdur ki, biz ondan bir resurs alaraq yaxşı mənada istifadə edə bilərik. Bu bizim ola bilər nə? Alətimiz. Bax, nədən qorxuruq? Niyə qorxuruq biz? Biz əgər qorxunun özünə görə də bizim münasibətimiz formalaşır da. Sanki əgər mən səhnəyə çıxacağamsa, indi qayıdacağam ha, o yeni il şənliyində başıma nə gəlmişdi, təsəvvür edirsiniz. Və qorxuya qarşı bizim öz münasibətimiz var. Əgər biz öncədən tədbirdə desəz ki, ay üzrlü sayın, bir qədər həyəcanlıyam. Birincisi, siz insanların diqqətini yönəldəcəksiniz həyəcanınıza. Elə bir ki, sanki, Нет. Если вы говорите, что я немного волнуюсь, вы меня извините, yəni mən bir qədər həyəcanlıyam da, üzürlü sayın. Siz artıq deyirsiniz ki, mən nə danışıram, maraqlıdır. İnsanlar artıq sizin həyəcanınızdakı əlamətləri izləyirlər ki, görək nə olacaq.
Görək dili topuq çalacaqmı? Görək başı gicəllənəcəkmi? Ay, həyəcanlıdır. Ah, birincisi bir mütəxəssis olaraq da etibarı azaldır, belə deyəndə. Ona görə insanın həm də özünə mənfi təsir göstərir. Çünki siz artıq beyninizə kökləyirsiniz ki, mən həyəcanlıyamsa, mən danışa bilməyəcəm. Mən həyəcanlıyamsa, bu həyəcan elementləri artıq məni narahat edəcək. Ki, mən artıq diqqətimi yönəldirəm özüm də həyəcanıma. Və ona görə nə danışacağım, artıq necə danışacağım barədə heç mən danışmıram da. Nə danışacağım belə unutulur. İndi təsəvvür edin ki, o vaxtlar əlavə suallarınız barədə indi cavablandıra bilməyəcəm, üzrlü sayın. Bugünkü bizim bir daha məlumat üçün bildirim ki, ünsiyyət bacarığı kursunun birinci dərsidir. Həm əyani iştirak edən iştirakçılarımız var, həm də Zoom platforması da bugün onlayn yayım tamamilə açıqdır, ödənişsizdir. Ona görə də TikTokda bugün canlı bağlantı yaratdım ki, hər kəs kim ki bu mövzuya maraqlıdır dinləsinlər. Ünsiyyət bacarığının birinci dərsində biz informasiya xarakterli kurs müddətində bu vacib olan yolu nə cür keçməliyik, ona məlumatlanılır, onun izahını edirəm. Və dediyim kimi, bax bu qorxu yarananda insan birincisi o qorxunu katastrofikasiya vəziyyətinə gətirəcəksə, dediyini unudacaq əlbəttə ki. Amma əgər biz başa düşsək ki, bizim həyəcanımız yaradan həmin o psixoloji faktorlar ki, hansılar ki, həmin o qorxudan irəli gəlir. Deməli, o qorxu vasitəsilə də minimuma enə bilər. Yəni, deyirlər, bir növ qorxunun üzərinə getməlisən. Amma əgər sən bilsən ki, qarşında canavar durur, sən o canavarın üzərinə getmək üçün özün yəqin ki, əjdahaya çevirməlisən də, belə çıxır. Yazı xanım, bir də nəsə cümlələrdə anlaşılmayan məqamlar olsa, soruşun. Yəni, dəqiqləşdir, mən rus dili deyərəm, problem yoxdur. Yəni, ona görə bizim ümumiyyətlə məşğələlərimiz, mən hər zaman deyirəm ki, həm rus dilində, həm Azərbaycan dilində sərbəst keçirilə bilər, heç bir problem yoxdur. Əsas odur ki, mütəxəssislər öz rəsmi çıxışlarında həm kamera ilə işləmə bacarığını bilsinlər, həm də ki, auditoriyada rahat çıxış edə bilərsən. Hərənin öz konsepsiyasına uyğun olaraq. Misal üçün, mən burada kurs müddətində hər bir iştirakçıya individual yanaşacağam. Yəni, praktiki olaraq biz bugün, birazdan qızlar da gələndə, hər birinizin öz konsepsiyanı, kontentini formalaşdıracaq ki, hansı mövzularda daha çox çıxışlar etmək istəyirsinizsə, o mövzularda sizin nitqinizi ona uyğun biz kökləyəcəyik. Qayıdıram indi həmin o həyəcanlı məqamlara. Deməli, məni səhnəyə dəvət edirlər. Mən artıq aparıcılığımı edirəm. Düz dediyim kimi, həmin o reqlament yox idi və bir məqam oldu ki, bilirdim ki, hə, yaxşı da, ədalət şükürü təqdim etməliyik. Hərəsinin bir gözəl sözlərini artıq öncədən beynimdə formalaşdırıram, çıxıram səhnədə gül bir işıq, vurur sənin üzünə, həyəcanlı insan olanda zaten gözü qaralır da, ürəyi bulanır. İndi bir tərəfdən də həmin o işıqlar artıq biraz baş gicəllənir, amma sən bütün diqqətin, mən də xüsusi bir texnikalara bələd idim deyənə, həyəcanı anında, buna deyilər təcili yardım texnikalarda, həyəcanı anında idarə etmək mümkündür. Bir var, həyəcanı aradan qaldırılır. O biraz daha dərin proseslərdir də. Bir də var ki, həyəcanı yerindəcə idarə etməyə bacarır. O texnikalara bələd idim deyənə, daxil oldum o kiçik dairəyə, var böyük dairə, orta dairə, kiçik dairə, onu keçəcəyik. Siz kiçik dairəyə daxil olanda, siz artıq içinizdə, öz daxilinizdə baş verən proseslərə diqqət edirsiniz. Yalnız mənim cümlələrim, mənim ifadələrim, mənim fikirlərim və salam. Elə bir formada introvert insanlara bu daha çox rahat bir formada gəlir, amma biraz daha belə ekstravert insanlar, hansılar ki, belə başqa insanlarla təmas qoyarkən, təmasda olarkən stimul alırlar, onlar üçün biraz çətin olur, qapalı özlərinə daxili proseslərini müşahidə etsinlər də. Amma mən o zaman o texnikalara belə edilmişsə, biraz nəzarətə aldım hisslərimi, emosiyalarımı. Yaxşı, hər şey yaxşı gedirdi. Birdən qəfil mahnı ifa edilərkən axtarıram indi tərəf müqavimi, ay İlkin hardadır? İlkin hardadır? Mən deyilər ki, İlkin getdi Bozbaş Pictures'ın çıxışıdır, getdi geyini dəyişməyə, sən tək çıxacaqsan. Dedim, nə? Mən də təzə, hesab edin ki, 20-21 yaşım var idi, görün neçə il bundan əvvəldir, gənc idim, hələ tələbəlik illəri idi. Dedim, necə tək çıxacam? Kimliyində? Axı, biz diyalog formasında danışırdıq, mən deyirdim, o deyirdi, nəsə bax belə, deməli, visyo. Təsəvvür edin, qulağımda artıq bir gürültü, artıq həyəcanlı bir məqam və daxilimdə dedim ki, bitdi artıq. Nə olursa olsun, sanki məni belə belimdən itələdilər səhnəyə
və çıxdım səhnə artıq Heydər Əliyev sarayında yeni şənliyi və səhnədə mən. Gənc bir aparıcı və mən insanı təqdim etməliyəm. İlk aklıma ne geldi? Güzel əhval-ruhiyyə. Dedim, hər birinizi bir daha salamlayırıq. Ümidvarıq ki, hər birinizin çox gözəl əhval-ruhiyyəsi var, elə deyilmi? Bəs o əhval-ruhiyyə öz əhvalından danışardıma gəlir. İnsanların əhval-ruhiyyəsinə yönəldim. Amma doğrudan da o məqamda köməkçi vasitə oldu ki, insanlara sadəcə olaraq nəsə pozitiv bir mesaj ötürmək. Yəni, məqsəd nə idi o vaxtki çıxışda? İnsanlara pozitiv ötürmək. Düzdür, bir köməkçi vasitə kimi parazit söz, əhval-ruhiyyə həmin o həyəcan elementindən irəli gələrək əhval-ruhiyyə sözü düşdü mənim dilimə parazit sözü kimi. Yox, söz özü-özlüyündə heç biri parazit deyil. Amma əgər söz nitqdə tez-tez təkrarlanırsa, o olur bizim üçün pis vərdişdə. O söz sadəcə bizə köməkli edir ki, biz nitqimizi daha ahəngli edək də. Sanki bizə fikir unudulur, söz unudulur və sən öyrəşdiyin həmin o sözü təkrarlayırsan. Deməli, elə sözlərdə var. Hər bir kəsdə fərqli sözlər ola bilər. Kimdə isə misal üçün sözlərdən əvvəl belə səsləri ola bilər. Bilirsiniz, belə səslər ola bilər. Kimdəsə ola bilər ki, konkret hansısa bir sözlər köməkçi bir söz kimi sanki istifadə olunur, sanki. Amma buna deyilər parazit söz. Hər bir insanda ola bilər. Misal üçün də hətta bəli, yəni yox, tamamilə doğrudur. Məndə də arada olur. Arada görürəm ki, hansısa sözü təkrarlayıram. Nəsə belə tez-tez bu sözü təkrarlayıram. Əgər mən həmin sözü nəzarətə alsam, dərhal o söz artıq o vərdişdən çıxacaq. Çünki mən biləcəyəm ki, bu sözü istifadə etməməliyəm, çıxardıram o vəziyyətdən. O sözü artıq leksikonumdan minimuma indirirəm. Ona görə deyirəm ki, insanın fərqində olması öz dilindəki nöqsanlardan çox vacib bir məsələdir. İndi həmin o vəziyyətdə də əhval-ruhiyyə məsələsi məncə öyle çıxmışdı ki, o tədbirdə ən gözə çarpan bir element idi. Hətta yadıma gəlir ki, tədbir bitəndən sonra yəni çıxıram foyedə, qızlar yanından keçir, əhval-ruhiyyə gəldi. Vay, mənə təsəvvür edin mənim vəziyyətimi ki, mənə söz atdılar. Amma bu təcrübə idi, bu yaşanılmışdı və ona görə də mən həmin təcrübələrə əsasən bugün artıq öz həmkarlarıma bu işdə dəstək ola bilirəm. Çünki məhz psixoloji elminə əsaslanaraq nə cür insan öz ünsiyyətdəki bacarığını inkişaf etdirməlidir. Ona mane olan o psixoloji faktorları bir növ xüsusi bir sistem vasitəsilə aradan qaldırmağa kömək oluram. Ona görə bizim kursumuzda nədir? Birinci modulda sırf həyəcan və təşvişin aradan qaldırılması üçün sırf sizin konsepsiyanıza uyğun olaraq iş prinsipinə aparmamız olacaq. Yəni, ən vacib odur ki, biz həmin o həyəcan elementlərini sizin çıxışlarınızda hansı məqamda büruzə veriləcəyini diqqət yetirəcəyik. Bu, iş praktikasında olacaq. Və biz biləndə ki, siz deməli, bu çıxışınızın əvvəlində daha çox həyəcan keçirirsiniz, deməli, buna deyilər klassik həyəcan. Sanki mən çıxışın bir neçə saniyəsində, buna deyilər, dərəcə, həyəcan dərəcəsi artır. Buna məsuliyyətdən irəli gələn həyəcan da demək olar. Bu normal bir həyəcandır. Hər bir kəsdə müşahidə oluna bilər. Çünki bu hissdir. Yəni, həyəcandan qaçmaq da düzgün deyil. Biz canlı insanıq. Bizim hansısa bir məsələ ilə əlaqəli narahatlığımız ola bilər. Ola bilər ki, heç həyəcanlı deyildik, amma auditoriyaya elə bir insan daxil oldu ki, o insan bizim, misal üçün də, gələcək işlərimizdə təsiri ola biləcək bir şəxsiyyətdir və onun qarşısında biz ideal bir çıxış etmək istəyirik, ona görə həyəcanlanırıq. O baxımdan biz həmin o narahatlığınızın kökündə duran psixoloji səbəbləri araşdırmalıyıq. Bilməliyik ki, mən demirəm ki, bizim kursumuzun birinci modulda qrup terapiyası keçiriləcək, xeyr, yox. Amma təcrübə əsasında asosiativ olaraq spontanlı deyilər də, sizin reaksiyalarınızdan biz həmin o elementləri yerindəcə müəyyən edib zərərsizləşdirəcəyik sanki. Onun çıxış yolları da nədir? Dediyim həmin o praktik üsullardan, misal üçün, kameraya baxmaq çətinliyi var. Kimdəsə ola bilər deyəcək ki, bax, belə sizinlə danışıram, rahatam. İstəyirsiniz o mövzu ətrafında diskusiya aparaq. Əla, mütəxəssisin məlumatı var öz mövzusuyla əlaqəli və danışır. Amma kameraya baxanda narahat oluram. Niyə görə? Deməli, kamera bir cihaz olaraq, bayaq dediyimiz bu məsələni, bir cihaz olaraq sizin üçün, belə deyim də, cansız bir elementdir. Siz sanki divara baxaraq danışırsınız. İnsanı hiss etmirsiniz, o qara bir kameranın işığı olur.
Və o zaman da sizin fikirləriniz yayılır. Çünki kontakt qurulmayıb. Ümumiyyətlə, auditoriya ilə kontakt qurmağı bacarmaq lazımdır. Bu bir nömrəli, bəlkə də vacib bir məsələdir. Niyə görə mən deyirdim? Paşaq, elə ki, addım ba addım. Biz düşünəndə ki, özümüzü təqdim etməliyik. Niyə görə təqdim etməliyik ki, bizə etibar etsinlər, bilsinlər ki, biz kimik. Ondan sonra danışdığımızın məqsədini yönəltməliyik, formulaşdırmalıyıq ki, biz insana fayda verək. Bu niyə görə bu vacibdir? Çünki auditoriya ilə təmas saxlamalıyıq. Auditoriyanın ehtiyaclarını, tələbatını müəyyən etməliyik ki, insanlara fayda verək. Və əgər bu məsələdə biz özümüz o kontaktı qura bilmiriksə, bunun səbəbləri var. Deməli, sən auditoriyadan hələ yayınırsan ona görə ki, hələ də öz, belə deyim, özünə qarşı, öz dediyin cümlələrə qarşı etibarın yoxdur. Sanki o səmimi çıxış niyə görə alınmır? Alınmır ona görə ki, sən özünə inanmırsan. Ona görə süni bir obraz yaratmaq istəyirsən. Çox vaxt insanlara, belə deyim, mane olan məhz bu olur. Bir personaj, bir obraz yaradıb, o obraza daxil olub. Mən hər zaman deyirdim əvvəllər, sizə mən aparıcı deyiləm. Mən sadəcə aparıcını oynayıram. Amma bu bir sünilikdir. Kim Şarın verilişini izləyib? Bax, bir dənə tam səmimi zəhmət olmasa mənə çatdırın. Bax, Elza xanım, sizdən başlayaq. Necə düşünürsünüz? Mən o verilişdə səmimi danışırdım. İndi sizin öz şəxsi münasibətinizi göstərin də. Bax, misal göstərin. Bax, indi ilə əvvəlki arasında fərq baxımdan. Təsəvvür edin ki, sən o bir kukla kimi də, bir, nə bilim, gəlincik kimi çıxırsan, bəzənib düzənmək və deyirdim ki, salam, hər birinizi xoş gördük, dəyərli izləyicilər, sizin üçün bugün Şarın proqramı son dəbin ən maraqlı yeniliklərini, bax, izləyirdim, yazırlar veriliş haqqında. Burada daha səmimisin. Bax, elə onu demək istəyirdim, düzdür Rəna xanım, çünki o vaxtlar mən obraz yaradırdım. Mənə deyirdilər ki, sən bax, o mağazanı tərifləməlisən. Mən də bilirsiniz necə, yalandan mənsə bir vədlər verməyi sevmirdim, doğrudan da. Ona görə deyə bilmirdim ki, bu ən gözəl bir gözəllik məkanıdır. Bu sözləri bəlkə də yadınıza düşsə, mən elə sözlər istifadə etmirdim. Mən dedim ki, yeni bir salon açılıb, gəlin birlikdə o salona gedək, baxaq görək nə kimi xidmətlər var, onlardan görə necə fayda. O formada yönəldirdim. Amma bu mən deyildim. Bunu mənim belə deyim də, özümkiləşdirə bilmirdim o prosesləri. Çünki mən hesab edirdim ki, səhnə bir çərçivədir və o çərçivədən qəti kənar çıxmaq olmaz. İnsan da öz nitqində, danışığında özünü çərçivəyə salırsa, əssalam. Biz onlarla izləyirdik. Mən belə bu səmimi izləyirdim. Kənardan, çünki kənardan sizin üçün elə bu qablaşdırılmış bir belə deyim də. Axı orada canlı təmas yox idi. Bir məsələ də var ki, televiziya formatı biraz başqa formatdır. Bugün biraz məqsədlər dəyişib də. İndi daha sərbəstsiz yazırlar. Aha, bəli. Bax, o sərbəstliyi üçün buna deyilər bizim kursumuza daxildir. İmprovizasiya metodları. Yəni spontanlı, hazırlıqlı olmadan suallara cavab vermək. Yəni özü indi bu saat vəziyyətinə kökləmək. Əgər siz mətn yazacaqsınızsa və o yazdığınız mətnə yalnız və yalnız arxayın olacaqsınızsa, hesab edin, o yadınızdadır, nə cür çətinlik yaradırdı. İnsanı salırdı çərçivəyə. İndi xeyr, indi televiziyada işləmirəm, Aynura xanım. Bəlkə də 10 il bundan əvvəl, bəlkə daha çox televiziyadan uzaqlaşdım və 10 ildir ki, psixologiya sahəsindəyəm. Psixologiya mənim artıq 3-cü təhsilimdir. 2020-ci ildən də kliniki psixologiya üzrə təhsil aldım. Ona görə daha çox ailələrdə işləyirəm. Ailə terapiyası üzrə mütəxəssis və təlimçi olaraq da. Və eyni zamanda şəxsi inkişaf üzrə də, bax, dediyimiz bu kimi vacib mövzularda insanlara dəstək olmağa çalışıram. O mövzulardan biri də ünsiyyət bacarığıdır ki, bugün üçün bir çox mütəxəssislərin yaralı yeridir, belə deyək də. Ünsiyyət olmadan insan öz işini tez bir zamanda öz işində nailiyyət əldə edə bilmir. Çünki bugün sosial şəbəkələrin bu istifadəsi artıq düzgün bir formada, peşəkar bir vasitə kimi tətbiq olunarsa, bugün canlı efirdən, baxın, gördüyünüz kimi mən bunu tədris xarakterli istifadə edirəm. Elə insanlar var ki, əyləncə xarakterli istifadə edir.
Ona görə demək olmaz ki, TikTok yaxşıdır yoxsa pisdir, düzdürmü? TikTok bir vasitədir. Biz o vasitədən necə istifadə edəcəyik? Bu artıq bizim qərarımızdır, bizim seçimimizdir. Bugün biz nitqimizdən, danışığımızdan necə istifadə edəcəyik? Bu da bizim əlimizdə olan bir vasitədir. Sükan bizim öz əlimizdədir. Biz istəsək həmin o necə deyim, danışığımızda olan inkişafa nail ola bilərik. Bunun yolları var və dediyim bu yolların keçid mərhələsində də həmin o psixoloji faktorlar olur. Ona görə mən bu məsələlərə biraz diqqət yetirirəm ki, səbəblərlə işləyərək o səbəbləri aradan qaldıra bilək. Sünilik yaratmayaq. Bugün bir çox mütəxəssislər istənilən sahədə fəaliyyət göstərsələr belə fərq etmir də. Onlar əgər diqqətlərini yalnız və yalnız baxın, reklam xarakterli çıxışlar olur. Bəzən, elə Kənan müəllim özü də mənə bəzən deyir ki, keçən dəfə elə bu məsələ ilə əlaqəli biraz fikir mübadiləsi apardıq. Mən dedim ki, bilirsən, mən razı deyiləm ki, cümlələr yazılmalıdır. Konsepsiya baxımından ola bilər. Copywriting deyirlər də buna. Bütün dilimizdə olan, o danışığımızda olan sözlər yazılsın. Çünki bu reklam xarakterlidir. Yəni yazılmalıdır. Amma əgər onlar elə reklam kimi təqdim olunarsa, bax, bəzən niyə gördülər? Monoton çıxış. Danışıq savadla deyil. Bax, tamamilə düzdür Günara xanım. Danışıq savadla deyil. Çünki insanın nitqində, yəni aydın səslənən ifadələr olmalı. İnsanda biraz deyim, özgüvənlə əlaqəli olan bir məsələ də burada vacibdir. Çünki savadın da rolu var. Yəni insan savadsız insan ola bilər ki, naşı sözlərdən istifadə etsin, dilimizə zidd olmayan, gəlmə sözlərə qatsın, dilini qarışdırsın, buna əhəmiyyət verməsin. Amma əgər savad varsa, amma danışıq yoxdursa, burada artıq o vasitəni kökləmək lazımdır. Bilirsiniz, nəyə nəzərdə tuturam? Savadsız insan üçün biraz çətindir. O gərək istərsiniz mütaliə etsin, əgər insan mütaliə etsə, dilini zənginləşirsə, deməli, bu istiqamətdə istifadə edəcək də ünsiyyətində bu vacib məsələləri. Amma insan savadlıdır, gözəl peşəkar bir kadrdır, lakin danışa bilmirsə, buradakı qüsurların yaranmasına səbəb olan psixoloji faktorlar var. Ona görə bu məsələdə İmtahan fərq etmir. Baxın, imtahan həyəcanı olursa olsun. İmtahan nədir? Düzdür, orada yazı məsələləri var. Biz ümumiyyətlə həyəcanın özü ilə kurs müddətində işləmirik də. Bu psixoloji kurs deyil. Aydınlaşdırım sizə ki, ünsiyyət bacarığı kursunda mütəxəssislərin, yəni sahəsindən asılı olaraq, hələ ki qrupumuzda psixoloqlardır. Amma heç bir başqa sahələr, yəni ixtisaslara belə də məhdudiyyət yoxdur. Burada məsələ orasındadır ki, insan həyəcanın, bax bu nitqdə, öz danışığımızda nə kimi problemlər yaşadır, o problemlərin özü ilə, yəni əlamətləri ilə işləməklə deyil, buna təcili yardım texnikaları deyir, bayaq dediyim kimi. Biz bu həyəcanı yaradan səbəblərlə işləyəcəyik və zamanında, məqamında insanlara, özümüzə təsir etmiş olacaq, yaxşı bir mənada, belə deyim. Ona görə nəsə suallarınız varsa icazənizlə mən mikrofonu açım Rəna xanım. Bəlkə sual, cavab kimsə etmək istəyir. Çünki birazdan indi əyaniyə gələn qızlardan da mən ayrıca işləyəcəm. 3-ə qədər ümumiyyətlə canlını açıq saxlayacağım. Bu məsələdə heç bir narahatlıq yoxdur. Onlayn da yayım olacaq. Tak. Bir dəqiqə açım. Включить звук. Mikrofonlar açıqdır qızlar. Nəsə sualınız varsa, suallarınıza cavab verə bilərəm. Nəzərdə tutun. Yazılı gəlin etməyək də. Gəlin mikrofonu açaq və danışaq. Yaxşımı? Elə nitqinizi də diaqnostikadan keçirə bilərəm. Problem yoxdur. Elza xanım, sualınız varmı? Bir dənə var sonra deyəcəm. Niyə? Elə indi. Başım problem. Salam doktor. Salam, Təbnə xanım. Doktor deyiləm. Necəsiz? Yaxşı. Üzr istəyirəm. Samirə xanım, sizin dərsləriniz həftənin neçənci gün nəzərdə tutmusunuz? Həftənin ikinci günləri. Artıq mütəmadi olub, həftədə bir dəfə yetərlidir. Çünki belə deyim də. Demək olar ki, 2-dən 4-ə kimi olacaq. Amma mən qızlara dedim ki, kim günün birinci yarısında 2-dən gələ bilmirsə, daha tez gəlmək istəyirsə, 12-dən mən burada olacağam. Yəni, adətən 12-dən 4-ə qədər, bax, burada ofis şəraitində biz görüşlər keçirik əyani şəkildə. Kim ki, qatılmaq istəyirsə əyani şəkildə, bu ayrıca qeydiyyatdan keçmək lazımdır. Burada düzdür, onlayn qatılmaq olar,
Çünki video yazılar zaten olacaq onlayn. Məsəl üçün kimsə əyaniyə gələ bilməsə, sonradan onlayn formatda qatıla bilər və bizdə həm dərslər də yazılır. Suallar gəldi, diqqətimi yayındırdı. Xeyr, həkim deyiləm. Sonradan video yazıları izləmə, yəni fürsəti də olur. Ona görə kim istəsə onlayn da qatıla bilər, əyani də qatıla bilər. Amma mən tövsiyə edirəm əyani şəraiti. Çünki təcrübə ilə gəlir bu incəliklərin tətbiqi. İnsan belə deyim, nəzəri çox şey bilə bilər. Bugün bir çox mənbələrdən biz məlumatlar əldə edirik, başa düşürük. Açıq, belə səlis danışıq, nə cür olmalıdır, nə cür öz üzərində işləməlisən. Hətta bilməsəz belə, bu məlumatlar sizdə olsa belə, onları tətbiq etməsəz nəticə olmayacaq. Ona görə mən buradakı dərslərə çox vaxt bir idman zalındakı məşqlərlə əlaqələndirirəm ki, bax, burada biz gəlirik, məşq edirik, çəkiliş edirik, artıq tam rahat şəkildə iş üzərində işləyirik. Və bugünkü, bu dəfəki kursumuzda digərlərindən fərqli olaraq hər bir mütəxəssisin hal-hazırda, misal üçün, hansı mövzu üzərində işləmək istəyir, o mövzuya uyğun olaraq A-dan Z-yə qədər bütün mərhələləri keçəcəyik. Bugün biraz informasiya xarakterlidir, ona görə daha çox danışıram, amma gələn səfərlər mən daha çox danışmayacağım. İştirakçılar daha çox danışacaq. Sadəcə mənim istiqamətim üzrə. Çəkilişlər də edəcəyik, məşğələlər də keçirəcəyik, texnikalar da tətbiq edəcəyik. Daha sonra asosiativ duyğulardan da ola bilər ki, psixoloji faktorları aradan qaldırmağa çalışacaq. Çünki insan həyəcanlı olan məqamında dediyim kimi o həyəcanı nə cür nəzarətdə saxlamalıdır, onun bir çox incəlikləri var. Daha sonra diksiya üçün tələb olunan nə kimi vacib çalışmalar var, onları birlikdə tətbiq edəcəyik ki, insan bəzən nitqində və onu belə deyində qüsur kimi görünən ciddi problemi olur. Bəzən elə mütəxəssislər var ki, onu heç problem kimi görmürlər, eləcə də danışırlar. Amma həqiqətən də bu biraz insanlar arasında qıcıq yaradacaq bir məsələdir ki, o problemi həll etmək əgər mümkündürsə, niyə də həll olunmasın? Çox rahat, sadə texnikalar var ki, o texnikalar sayəsində insanda ciddi problemlər aradan qaldırılacaq. Sürətli danışıq fərzi, misal üçün, kimsə ola bilər ki, sürətli danışsın, kimsə ola bilər ki, çox yavaş tempdə danışsın. Bunlar hamısı normal tempo ritmə köklənməlidir. Və eyni zamanda, dediyim kimi, çıxış edərkən məqsədə uyğun bir formada insanlarla nə cür, belə deyim, kontakt yaratmaq lazımdır. Bunlar hamısı praktika ilə, təcrübə ilə gələn bir məsələlərdir. Onun üzərində biz işləməliyik. Odur ki, həftədə bir dəfə kifayət edir. Çünki həftə boyunca qrupda, yeri gəlmişkən, işte mən məlumatlar, tapşırıqlar göndərəcəm ki, qrupda həftə boyu siz onu işləyəsiniz ki, gələn növbəti ikinci günə görüşəndə biz artıq onu tətbiq edək burada rahat. Misal üçün, adicə bir mollanı əmmamələməlimi, əmmamələməməlimi? Kim deyə bilər? Bax, o mollanı əmmamələməlimi, əmmamələməməlimi? O məşğələdir. Bax, onu insan belə düşünür ki, sanki çox çətin gəlir də, yanıltmacdır. Birinci dəfədən insan çalışır, düzgün deyilsin. Yox, yanıltmacıların dilimizdə nə kimi kömək olur? Əslində, artikulyasiya, danışıq aparatımızı gərginləşdirir də. Çox başa düşmədim. Qrupavoy zvanok gəlir. Çox üzr istəyirəm. Deyəsən, Şəfəq xanım zəng edir, amma mən də dərsdəyim. Вы можете qrupu Şəfəq xanımı голосовой отправить. Siz qrupa bir dənə səs göndərin ki, dərs gedir. Deyin ki, QR kod şəxsi mesajda Şəfəq xanıma göndərilib. Çünki deyəsən, dərsə gəlib. Ola bilər. Və qrupa zəng gedir, mən də telefona cavab verəm. Bildirdiniz adı, ünsiyyət bacarığı. Səsli göndərin elə, Ezə xanım. Səsli göndərin ki, Şəfəq xanım. Göndərim o qrupa. Hə. Yox, sizin QR kodunuzu mən ona göndərmişəm şəxsə, ayrıca göndərmişəm QR kodu. Şəfəq xanıma göndərmişəm ayrıca. Bu kadar yapaydınız. Нет, вы просто в группу вот Ünsiyyət Bacarığı zайдите, просто голосовой отправьте. Göndərdim Samira xanım, göndərdim. Göndərdiniz, hə, Rəna xanım göndərdi. Siz çox sağ olun. Maşallah, siz də sağ olun. Bu qədər kamera, həm canlı ünsiyyəti, həm TikTok, bir tərəfdən Zoom, kompüter, bu qədər həm suallara cavab vermək, həm də
Əsas istiqamətdən yayınmamaq fikrin bunları necə bir araya sığışdıra bilirsiniz? Çox sağ ol. Bayaq hələ dediyim həmin o məsələdir, Rəna xanım. Yəni vasitələr, kənar faktorlar diqqətimizi yayındırmasın deyənə biz məqsədyönlü çıxış etməyə bacarmalıyıq. Yəni bugün mənim sizə çatdırmaq istədiyim mesaj, yəni əsas formula nədən ibarətdir, nəyi ötürmək istəyirəm? O əgər mənim beynimdə formalaşmasa, məni çox şey diqqətimi yayındıra bilər. Hətta pəncərədən o kənar səslər belə diqqətimi yayındıra bilər. Bəli, beynin imkanları ümumiyyətlə çox genişdir. Onlardan düzgün forma. Bir dənə soruşun, QR kodu yoxdurmu? Şəxsi mesaja bir dənə baxsın, mən göndərmişəm. Hər birinizə ayrı-ayrılıqda göndərdim ha. Ben çaresizlikten. Hə də zəng bilmədik kimə zəng eləsin, ona görə. Yəqin gəlib çatıb, QR kodu yoxdur. Rəna xanım, bir dənə zəhmət olmasa öyrənin də Şəfə xanımın problemi nədir? Niyə görə gələ bilmir? Yazdım, indi maraqlanacağım Samira xanım. Zəhmət olmasa. Ola bilər, bəlkə yaxınlaşır, bəlkə. Mən prosta hər iki telefon cihazım məşğuldur yəni. Belə, yəni indi digər xanımlar da gəlsinlər. Onlarla da bir diaqnostika keçirək. Zaten bugünkü çıxışımı sonradan da izləyə biləcəksiniz. Mən qrupda da bu dəfəki çıxışı tam qrupda açıq paylaşacağım. İndi kimlər ki qızlar indi gəlir, onlar izləyə bilmir. Onlar da izləyə bilərlər. Eyni sözləri 100 dəfə təkrarlanmamaq üçün. Əsas məqsədim nə idi bax bugün? Birincisi, ünsiyyət bacarığının insanlara, yəni həyatlarındakı uğur əldə etmələrinə nədə kömək ola bilər? Biləsiniz. İnsanlar bir-biri ilə rahat, sərbəst şəkildə birinci ünsiyyət qurmağı bacarmalıdırlar. Əgər insanın danışığında xüsusi bir qüsurlar varsa, öz fikrini rahat izah edə bilmirsə, bunun səbəblərini araşdırmaq lazımdır. Əgər səbəb sosialfobiyadırsa, yəni psixoloji faktorlarsa, bu şəxsi terapiya ilə aradan qaldırılan bir məsələdir. Və ümumiyyətlə qrup terapiyasına və bu kimi təlimlər belə bir nəticə verir. Niyə görə? Çünki insanlar bu təlimlərə qatıldıqda başqalarının da etdiyi səhvləri görür, onların da nitqində olan o korreksiya edici prosesləri izləyir və özü də tətbiq etməyə başlayır. Hardasa mühitə uyğunlaşır tədricən. Sadəcə biraz uzun müddət proses ola bilər, amma uyğunlaşırlar. Lakin əgər insan rəsmi çıxışlarında, işində, karyerasında məhz ünsiyyəti ona mane olursa, bir baryer kimi, əslində problemi məhz onun danışığıdır ki, o işgüzar əlaqələrini genişləndirə bilmir. O müxtəlif tədbirlərdən yayınır. Ona verilən sözlərdə rahat çıxış edə bilmir. Bax, sizdə də deyirsiniz. Bəli, işgüzar mühitdə sizin istədiyiniz nəticəni əldə etmək üçün başlamalısınız elə bax bu mövzudan. Məhz ünsiyyət bacarığını inkişaf etdirməyin ən qısa yolu da dediyim kimi çəkilişlərdir, auditoriya qarşısında çıxış etməkdir. Bunlarsız mümkün deyil. Elə bugün sizə rahat bir texnika deyəcəm, özünüz tətbiq edin, bunu görəcəksiniz. Bax, hesab edin ki, birincisi kamera bir vasitə alət olsa da, bax, telefon cihazınız, düzdürmü? Sizin yaxın dostunuzdur. Ona bir canlı personaj kimi yanaşın. Yaxşımı, Elza xanım? Hesab edin ki, bax, sizin telefonunuz sizin dostunuzdur. Buna qədər cansız bir telefon idi, obyekt idi. Amma indi o obyekti zəhmət olmasa canlandırın bir canlı varlıq kimi. Rəna xanım, üzr istəyirəm. Şəfə xanımdan bir xəbər oldu mu? Elə indi onu maraqlanırdım. Görüm cavab yazacaqmı? Keçə bildimi? Zəhmət olmasa. QR kodu yox. Nigaran qaldım ki, niyə görə xanım Mən gəlib. QR kodumu göndərsəm keçə bilərmi? Deyir tapmıram. Bəli, Rəna xanım, göndərin zəhmət olmasa. Oldu, göndər. Aha, tamam. Tak. Deməli, gəlib çatdıq canlı varlığa. Baxın, qarşımda mənim telefon var. Mən onu təsəvvür edirəm. Düzdür, bu telefon vasitəsilə məni indi insanlar izləyir də. Düzdür, fərqli, çox sayda insanlar izləyir. Amma mən onu bir obyekt olaraq bir insan kimi təsəvvür edirəm. Yəni, bu canlı ayrıdır. Nə cür təsvir edərsiniz Elza xanım telefonunuzu? Necə biridir telefonunuz? Bir onu canlandırın bir obyekt kimi. Вдохните душу в телефон, опишите, какой он или она. Susur, danışmır. Telefonunuz susur, danışmır. Sanki.
Oturub burada karşımda. Bayaq heç sakit görünmədi valla. Telefonun cihazı zaryadkaya qoydum. Telefondan bir səs çıxdı ki, səni sevirəm dedi. Budur mu sizin suskun telefonunuz? Əslində danışdıran telefonu da siz ola bilərsiniz. Yəni necə? Evdə sakit bir salamlayıram. Aytən xanım, xoş gördük. Deməli, evdə sakit bir şəraitdə, yəni mətbəxdə olduğunuz məqamda açın telefonunuzdakı kameranı, özünüzü yazın və kamera ilə danışın. Hesab edin ki, o kamera canlı bir insandır və danışın onunla. Bax, iş görürsünüz də, nəysə doğruyursunuz. Düzdürmü? Danışın. Deyin ki, bax, mən bu edəcəm. Bəli? Körpə baladır, sanki telefondur, ən əzizim kimidir. Aha. Yəni özünkiləşdirirsiniz də bir növ. Çörək ağacı. Çörək ağacı kimi? Çörək ağacı o çörək ağacıdır. Mən deyirəm canlandırın. Siz onu cansız etməyin. Canlandırın ki, o sizə dəstək olsun, dostunuza çevirsin. O sizdən, siz ondan qorxmayasınız. Mesela kameradan qorxanda çalışırsan onun gözünə baxmamaq. Kim qorxduğu misal üçün də obyektlə təmas qurmaq istəyər ki? Əgər sən ondan çəkinirsənsə, ümumiyyətlə auditoriya qarşısında çıxış edərkən mən hər zaman tövsiyə edirəm ki, çıxdınızsa səhnəyə, misal üçün də indi səhnə hərəkətləri bu ayrıca bir mövzudur, onu sonra işləyəcək. Səhnəyə çıxanda nə cür hərəkət etməlisən, nə cür əlləri nə cür tutmaq lazımdır, gestikulyasiyada, onun hamısının qaydaları var. Я обращаю внимание на многих, все Ага. это сделали. Mən sizə vaxt demişdim də belə eləmək olmaz. Onu çəkilişdə demişdim, hə. Yəni əl hərəkətləri mənasız bir formaya salınmamalıdır. Əl hərəkətləri bizim nitqimizi sanki təsdiq etməlidir. Hardasa hansısa bir mədə xüsusi bir jest ilə. Bir var əllə danışırsan bax belə-belə. Bilirsən, belə onu demirəm. Amma əgər biz danışan zaman sadəcə olaraq bir deyəndə və yaxud da ki, hər birinizi xoş gördük deyəndə o jestimizlə nitqimizdə deyilən o sözü gücləndirirsə, ona bir effekt verirsə, olar. O mümkündür. Amma tam əllərdən istifadə etməmək və yaxud da yalnız bir əli lazımsız istifadə etmək. Bunlar hamısı səhnə hərəkətlərində olan bir məsələlərdir ki, onlara o da məşq zamanı bilməlisiniz də. Yəni o bir bütün imkanlardan düzgün istifadə etməlisiniz. Psixologiyadan hələlik mövzumuzdan kənar sualları cavablandırmayın. Zəhmət olmasa. Nəzərə alın ki, bugün ünsiyyət kursunun birinci dərsidir və bugün bizim mövzumuz tam ünsiyyətə bağlıdır. Kommunikasiya, rəsmi çıxışlar, kamera ilə işləmə qaydaları, bütün bunları mən ümumi bir məlumat xarakterli bugün canlı açıram ki, biləsiniz ki, bu vəziyyətlərdən çıxış yolu nədir? Yəni biz nə edə bilərik ki, işimizi asanlaşdıraq da bir növ. Kimin üçün, bax belə deyək də, ünsiyyət bacarığını inkişaf etdirmək bugün nə üçün sizə lazımdır? Xoş gəlmişsiniz Şəfəq xanım, siz? Təxminən bir gündə bura olacaq. Xoş gəldiniz. Əllərim. Çoxdan da görüşmür. Şəfəq xanım, sizin psixologiya məktəbimizin də üzvüdür. Kocaman. Kocaman bəli, kadrlarımızda. Kocaman. Tamam, bəli. Sizə göndərmişdim axı QR-kod şəxsi mesajda. Hamıya göndərmişim. Sizə də göndərmişim. Sonra tapdınız. Ala bilər o biri qızlarımız. Nə üçünsə bu WhatsApp-dan bəzən məlumatlar görünmür. Bu nəsə təzə bir, WhatsApp-ın təzə bir xüsusiyyətidir. Bəli, bayaqdan demək olar ki, bir saatdan çoxdur ki, yəni Zoom-da və canlıda açıq məlumat xarakterli paylaşım etmişəm. Sonradan baxarsınız. Sonradan baxarsınız Şəfəq xanım, yəni ümumiyyətlə ünsiyyət kursunun belə deyək də, ünsiyyət bacarığının inkişafında hansı mərhələləri keçmişik, mən bütün bu video formasında müşahidə etdim danışıqla. İmkan olsa izləyin. Çünki bizim əsas işimiz, belə deyim də, praktiki cəhətdən tətbiq olunacaq. Mən indi hər dəfə belə uzun çox danışmayacağam. Əsas işimiz, mahiyyətimiz nədən ibarət olacaq? Sizin konsepsiyanıza uyğun olaraq nitqinizi kökləmək, formalaşdırmaq, deyilmi? Misal üçün sizə bir sual verin də. Bugün üçün ünsiyyət bacarığını hər kəsə də bu sualı verdim. Tələbat nədir? Niyə görə bu saat bu mövzuya ehtiyac var sizdə? Nə etmək istəyirsiniz yəni? Çəkilişlərmi, təlimlərmi, yoxsa məqsəd nədir? Məqsəd hər tərəfli fəaliyyət. Nə
bacarıcıyam inşallah. Aha. Necə deyim? Əslində həm təlim, həm konsultasiya belə də gözəl. Deməli, işgüzar mühitdə, İşgüzar, işgüzar sahənizdə ünsiyyətin Biraz vacibliyini da anlayırsınız. dolğunlaşdırmaq, genişləndirmək. Genişləndirmək üsulte. Yəni bu praktika ilə, yəni tətbiq olunan və görülən bir məsələdir də. Amma təcrübə göstərir ki, insan bunun qaydasını bilməyəndə zaten çıxış edir, zaten çəkiliş edir, tədbirlərdə, təlimlər də aparır. Amma necə aparır və necə çıxış edir? Burada bu məsələ var da. Həm danışığın qaydasıdır, həm hərəkətlərdir. Bayaq bax deyirəm, kamera ilə bir cür insan işləməlidir, auditoriya ilə bir başqa cür. Və indi bir növbəti sual gələcək. Hələlik diaqnostika keçirik də. Elə bil keçirilən deməli təhsil proqramının ən zirvəsidir də. Elə bil doğrusu mən görmürəm də başqa yerlərdə. Bəlkə də tezəlicə nəsə var. Bu zirvəyə hələ bir ki çatanda o zirvə yoxdur. Burada elə bir ki siz onu eləyirsiniz. Başlanğıc bilirsiniz, bu ixtisasından asılı olmayaraq, bax, istənilən mütəxəssis olursa olsun, hətta savadından asılı olmayaraq da, olsun ki, ola bilər peşəkar olsun, ola bilər ki, hələ savadı kifayət qədər çatmır. Ondan asılı olmayaraq insanda olan bu xüsusiyyətdir ki, kommunikasiya meyilli insan var, kommunikasiyadan yayınan insan var. Təbii ki, introvertlərə, qapalı insanlara daha çətindir. Amma əgər hətta gözəl danışıq qabiliyyətinə malik olan insan olsa belə, burada bu ünsiyyəti kasadlayan bir sıra səbəblər var. Biz səbəblərini işləyərək, onları aradan qaldıraraq nəticə əldə etməliyik. Ona görə mən bu kompleks proqrama daxil etmişəm davranış burada sintezdir. Mütləq. Bax, bizim danışığımız hərəkətlərimizdən eyni gəlməlidir. Yəni bir həmahəng bir formula. Necə bir səhnə mədəniyyəti, aktrisa bacarığı, səhnə mədəniyyəti. Eyni olmasa gözəl bir şey alınmır. Tamamilə doğrudur. Burada da elədir. Tamamilə doğrudur. Niyə görə? Çünki səhnə hərəkətləri ola bilər ki, insanın bədəni belə danışır. İnsan hətta pauza belə saxlamaqla danışır. Susqunluq özü bir danışıqdır əslində. Baxın, bəzən təsəvvür edin belə bir səhnəni. Bayaq mən bir sıra başqa səhnələri təsvir elədim. Siz də izləyərsiniz. Mənim ilk səhnədə çıxışımı biraz özüm də yadıma saldım. Amma təsəvvür edin ki, səhnədə daxil olursunuz səhnəyə, söz verilib sizə, yaxınlaşırsınız mikrofona və görürsünüz ki, bir gürültü var da auditoriyada. Gürültü. Belə hamı bir-birinə danışır. Bəlkə də indi antraktdan sonra yaxınlaşırlar, coffee breakdən sonra yığılışırlar, heç cürə yığışa bilmirlər. Yəni, danışır da hər kəs bir-birinə və söz də sizə verilir. Elə insanlar var, elə təlimçilər var ki, dərhal gücü səslərinə salırlar, başlayırlar möhkəm belə sanki danışmağa istəyirlər ki, o səsin də imkanları əgər kasaddırsa, cingiltili, zəif bir səs gəlir, çalışırlar ki, hər kəs onları eşitsin və başlayırlar və dərhal mövzuya keçirlər, dərhal danışmağa başlayırlar. Onsuz da sizin də səsiniz səhnədəki auditoriya səslə qarışır. Belə qul da, gürültülü bir səs olur. Amma əgər həmin insan, bax, bir dənə belə təcrübəyə çıxırsınız səhnənin düz mərkəzinə və dayanırsınız. Pauza və hər kəsə başlayırsınız göz kontaktı qurmağa. Hər kəsə elə bir ki, sanki başlayırsınız baxmağa. Buna deyirlər pauza deyir. Biraz pauzu saxladınsa, onu biraz daha çox saxla. Qısa yox. Bir neçə, yəni o saniyə, hətta bir dəqiqə belə tərpənmədən dayanıb baxırsınız. Bir neçə saniyə keçəcək, 30 saniyə, bəlkə 15-30 saniyə görürsünüz, hər kəs sakitdən baxır sizə. Ki, bu insan niyə görə sustu? Amma burada səhnədə o duruş var, belə nə cür qaməti saxlayırsa, o özünə inam var, güvən var ki, bax, sən daxil olmuşsan, səhnə sənindir. Sən gözünlə genişləndirirsən bütün bu auditoriyanı, sanki bütün bir obyekt olaraq görürsən. Necə ki, biz bax, telefondakı cihazı, yəni bir canlı varlıq kimi hiss etməliyik də, auditoriya ilə belə deyim, təmas yaratmaq üçün, onu cansız varlıq kimi yox, canlı bir varlıq kimi hiss etməliyik. O da təcrübənin belə kiçik bir misal olaraq çəkdim ki, başlayın tətbiq etməyə. Evdə kameranı yandırın, başlayın kameraya danışmağa.
Gedirsiniz. Vsyo, Elza xanım, narahat olmayın. Sizin amma konsepti bir dənə zəhmət olmaz. Bax, sizə gələn səfərə tapşırım. Münasibətlər mövzusunda bir dənə problemi götürün. Olsun, ola bilər ki, xəyanət olsun. Ola bilər uşaq valideyn münasibətlərində olsa belə, orada konkretləşdirin hansı problemləri götür söhbət. Temu. Mövzu seçin. O mövzu ətrafında da biz bir çıxış hazırlayacağıq da, bilirsiniz? Hələlik sadəcə yox, siz ümumiləşdirirsiniz deyənə, amma bizə konkretlik lazımdır. Nə tələb olur? Siz seçim sizindir. Ona görə biraz istədim sizdən onu müzakirə edim ki, siz konkretləşdirəsiniz ki, kişi-qadın münasibətlərində o tutaq ki, əgər siz götürürsünüz hansı anlaşılmazlıq, ünsiyyət, bax dediniz deyəsən ünsiyyətdən mübahisələri, yaxşı elə onu götürə bilər. Mübahisələri nə cür münaqişəsiz həll etmək olar? Yəni davadalarsız. Başa düşdünüz? Davadalarsız olmadan mübahisəni nə cür belə məlahətli formada aparmaq olar? O mövzunu biraz özünüz araşdırın. Araşdırın. Spasibo. Счастливо. Görüşərik. Hər həftənin deməli 2-də. Deməli, qrupda da yazaram, əgər Elza xanımı da 2-də gələ bilirsə, elə 2-dən yığışın. Hamı eyni vaxtda yığışsın. Yaxşı mı? Çünki kimsə 12-də gəlsə, kimsə 1-də gəlsə, mən... Konkret olsa, onsuz da zaten bizdə sonradan elə olacaq ki, individual praktika prosesləri də keçəcək də hər birinizə uyğun. Amma bir-birinizi görmək məncə daha yaxşı olar, daha effektiv olar. Yəni, korreksiya, misal üçün də insanın çıxışlarında hansı korreksiya məqamlarına biz üstünlük verməliyik, nə cür iş aparılmalıdır, bir-birinizdən görəcəksiniz. Bu da bir istər-istəməz yaxşı təsir göstərəcək. Yəni, belə, nə kimi suallarınız olarsa, üzrəyəm, bugün açıq dərsdir, yəni hələ 1 saat açıq saxlayacağım bizim canlımızı, yəni heç problem yoxdur, izləyin. Nə suallarınız olarsa, mənim profilimdəki nömrəni əlaqə saxlayın, orada ətraflı məlumat verək də, biraz texniki məsələlərə çox vaxtımız getməsin. Həftədə bir dəfə keçiriləcək, gələn həftənin 2-ci gündə saat 2-də. Amma əyani iştirak üçün bu saat, bilmirəm, neçə nəfərə yer var, onu baxmalıyam. Siz yazarsınız. Onlayn qatılmaq üçün hər kəs qatıla bilər, problem deyil. Onlaynda məhdudiyyət yoxdur say baxımdan. Amma... Samira xanım. Bəli, buyurun. Samira xanım, siz dediniz, individual məşğul olunacaq. O, psixoterapiya mərkəzinin tələbələr üçün aiddir, yoxsa bu kursa yazılanlar üçün aiddir ki, individual məşğul olmaq? Təbii ki, kursa yazılanlar üçün. Yəni, mən fərq qoymuram. Psixologiya məktəbində olsun, yəni kənar, misal ola bilər ki, başqa ixtisas sahibisiz, heç problem yoxdur. Yəni, kursa yazılırsınızsa, sizin ehtiyaclarınıza, sizin maraqlarınıza uyğun olaraq biz strateji plan tərtib edirik. Düzdür, mən modullar tərtib etmişəm. Ümumiyyətlə, ünsiyyət bacarığının nə cür inkişaf edilmək lazımdır, danışıq nitqini yaxşılaşdırmaq üçün müəyyən bir sistem var. O sistem üzrə hərəkət etməliyik. Zaten ondan kənar çıxmaq mümkün deyil. Bu bir alqoritmdir ki, insanda nitqinin zənginləşməsi üçün bir yoldur, bir vasitədir. Lakin bu vasitəni, bizim nitqimizi biz nə cür istifadə edəcəyik, harada tətbiq edəcəyik? Bax, bu individual yanaşılacaqlar. Kimisi psixologiyada tətbiq edəcək, kimisi bir başqa sahəsində, kimisi işgüzar, misal üçün, münasibətlərdə, danışıqlarda, kimisi ola bilər ki, məktəbdə, müəllimdir, iclaslarda iştirak edərkən, kimisi sadəcə, misal üçün, öz xidmət və məhsullarının satışında satış meneceridir. Yəni, bunlar hər biri ayrı-ayrılıqda, yəni individual yanaşılan bir məsələdir də. Bizim danışığımız, bizim ünsiyyətimiz bu bir vasitədir. Yəni, şərt deyil ki, misal üçün, mən yalnız hansısa bir məlumatı ötürməliyəm. Mən tutaq ki da, uşaq valideyn münasibətlərində vacib sayılan meyarları insanlara çatdırmalıyam. Əgər şərt budursa, mən sadəcə informasiyanı ötürən kimi görünürəm. Amma mən bir mütəxəssis olaraq insanların etibarını qazanmaq üçün nitqimdə hansı məqamlara diqqət etməliyəm? Bugün robot da danışa bilər də. ChatGPT var, düzdürmü? Nə sual verəcəksiniz, danışacaq. Robot da, süni intellektdir. Əslində bu müasir dövrdə bunu tələb edir. Bunsuz alınmır, heç ticarət də alınmır, ünsiyyət də alınmır. Hər sahədə. Hər sahədə çox belə, necə deyim, müasirlik, mədəniyyət də bu. Hər bir şey. Və elə intellektdir.
Bəli. Bizdə də süni intellekt deyil ki. Biz təbii canlı insanıq və öz faktorlarımızdan İntellektin ötəsindən gələ bilər. maksimum əslində burada süni intellektdən bizi fərqləndirən nədir ünsiyyətdə? Sözlər Rustovun ayaqlaşmalı. Əslində sadəcə bugünlük qoşulmuşam. Kiminsə yazan görmədim. Səs mikrofonu açıb danışa bilərsiniz. Problem yoxdur. Kamila Baxın. xanım. Bəli, bəli. Bir də sualım bugün çox oldu, biraz üzr hesab edeyim. Buyurun. 6-cı gündən salmaq mümkündürmü, yoxsa heç cürə mümkün deyil? Təəssüf ki, hələ ki, yalnız həftənin ikinci günləri Şəbnəm xanım, inanın, hərə bir vaxt istirdir, yəni, amma qrup şəklində bizdə ümumiyyətlə şənbə günləri Enurəz günləridir. Kənan müəllimin burada qəbul günləri olur, Enurəz günləri, ona görə heç cür mümkün deyil. Amma bir məsələ də var ki, ikinci günlər onlayn qatıla bilərsiniz, yəni hər kəs, misal üçün, kimsə yoldan onlayn aça bilər, bax, siz yubanırsınız, Zoom-dan qoşula bilərdiniz. Sonradan video yazı olur, evdə rahat izləyib, misal üçün məşqlərə qatılıb, çəkilişlərinizi edib qrupa göndərə bilərsiniz. Bu formada iştirak edə bilərsiniz hələlik. Amma günü dəyişmək bu dəfə üçün təəssüf ki, mümkün olmayacaq. Salam Sandra xanım, necəsiz? Səs gəlir. Salam. Bəli, bəli, səsiniz gəlir. Buyurun, özünüzü təqdim edin, zəhmət olmasa oxuya bilmədim adınızı. Mən Zülfiyə, ailə terapiyasından. Ay Zülfiyə xanım, ailə terapiyasının iştirakçısı. Xoş gördük. Necəsiz? Çox sağ olun, yaxşıyam. Mən sadəcə bu günü qoşulmaq istəyirdim, baxım görüm necədir. Amma bir qızışma gəldi ki, bunu ötürmək olmaz. O qədər maraqlıdır ki, həqiqətən də. Bu sahə təbii ki, gündəlik istifadə etdiyimiz bir resursdur da. Diqqətdən kənar qalanda sadəcə o təəssüflər olsun ki, insanlar bunun əhəmiyyətini anlamır, amma vacibdir. Bax, bayaq nəyə deyirdim? ChatGPT-dən, süni intellektdən bizi fərqləndirən nədir? Kim deyər? Öz bacarığını. O da öz bacarığını deyir. Yox, o öz bacarığını... Nə cür o ünsiyyət qurur? Onun da ümumiyyətlə hesab edin ki, təbii ünsiyyət, səmimi ünsiyyət başqadır. Səmimi ünsiyyət üçün nə tələb olunur? Səmimi ünsiyyət... Emosiyalar, emosional çıxış, danışıq. Burada impulsivlikdən söhbət getmir. Sevgi hətta yazılar. Bəli, sevgi elementləri də var. İnsan ünsiyyət qurduğu obyekt, mən deyim də, ola bilər bir insan olsun, o böyük bir auditoriya olsun. Sən bir də görüşür robotlar ağlayır. O da ola bilər, əslində, amma nə qədər də olsa o süni ağlamaq olacaq. Bəli, yalancı olacaq. Çünki həqiqi hissləri, istəkləri çatdıracaq yalnız insana məxsus olan bir bacarıqdır. Və bu hissləri, bəzən hisslər bizə mane olur danışığımızda, bəzən hisslər bizə kömək olur. Nə zaman mane olur, nə zaman kömək olur. Əslində, mane olan tərəfi həyəcan hissidir. Həyəcandır, qorxudur. Bunlar bizim nitqimizi kasadlayır. Sözləri unuduruq, diqqətimiz yayınır. Danışığımızda, misal üçün də xüsusi bir gərginlik yaranır. O daxilən bütün nəfəs gərginləşir, bütün nəfəs tellər, dərindən nəfəs ala bilmirsən. Diafraqma sıxılır, insan təngi nəfəs olur, bütün halbahal olur və sən danışa bilmirsən. Burada təbii ki, həyəcan məsələsini idarə etmək, bunun üçün texnikalar var, onları mən öyrədəcəm. Elə sadə bir texnikanı deyim, dərindən nəfəs almaq. İnsanlar nə cür nəfəs alırlar? Ümumiyyətlə, gündəlik. Bax, desəm, hər biriniz evdə bu saat bunu tətbiq edə bilərsiniz. Bir dərindən nəfəs alın, hər biriniz. Aha, bax. Necə, bax, bir çoxunuz bu cür nəfəs alacaqsınız. Səhvdir, yanlışdır. Buna deyirlər, sinədən nəfəs aldı insan. Çiyinləriniz qalxdısa, bəli, qalxdısa, diafraqma kəsat oldu. Və siz indi insan narahat olanda da sıxılır axı diafraqma. Və insan çiyinləri qalxır və ona görə pilləkənlə qalxanda da insan təngi nəfəs olur. Uzun cümlələri deyəndə də nəfəsi çatmır. Hamilə xanımları anlamaq olar. Hamiləlik dönümündə yanıma gəlir. Görürdüm ki, diafraqmam sıxılır, çox danışa bilmirəm. O vaxt təlimləri minimum azaltmışlar. Amma geniş nəfəs almaq üçün, bax, bir dənə tədbiq göstərimdir. Mən buradan görünəcəm, yoxsa yox? İndi mənim nəfəs almaq səhv oldu. Bəli, şəfəq. Baxın, bir əlinizi sinənizin üzərinə qoyursunuz, bir əlinizi qarın nahiyənizə. Evdə, ev şəraitində bunu bir tədbiq edin. Dərindən, buna deyilər nəfəs texnikası.
texnikası. İnsan həyəcanlı olan məqamda əgər düzgün nəfəs almazsa, dərinə nəfəs al, özünə gəl. Yayındırıcı fikirlər kömək edə bilər, amma sırf nəfəsimizi rahatlaşdırmaq istəyiriksə, bunu yalnız bu formada edə bilərik. Sanki qarın nahiyəsi şar olaraq hava axınını qəbul edir, buraxır. Baxın, bax çiyinlər tərpənmədən yalnız bu formada. Baxın, hələ ki sinə tərpənir. Ayaq üstə qalxıb da tətbiq edə bilərsiniz. Bir dənə baxın, çünki bu sizin çox kömək olacaq. Bunun üstü. Birinci dəfədən alınmaya bilər. Baxın, şar kimi, qarını şar kimi hava. Hə, bax, hava ilə doldurursunuz. Hələ tam o deyil, amma qismən də kimisi birinci dəfə kimi deyil. O deməli, mənim əvvəl səhv nəfəs aldım, ürək diafraqmasına da ziyandır. Bəli, bəli. Çünki o sizdə o təngi nəfəsliyi artırır. Siz diafraqma tam geniş belə şeylərə ziyandır. Bəli, bəli. Ona görə o texnikanı tətbiq edəndə həm idman hərəkətlərində insana lazım olur, həm danışığımızda, nitqimizdə bizə nəfəs almanın deyil, insanın ömrünə çox böyük təsir. Çünki gərgin olanda, dediyim kimi, o diafraqmanı gərginləşdirir insanlar və üzündəki bax, əzələlər var. Əzələlər. Bax, bir dənə diqqətinizi yönəldin üzünüzə. Baxın, sadəcə diqqətinizi yönəldin. Görün üzünüzdə nə qədər əzələlər gərgin olur. Neçə əzələ gərgin, üzünüzün hansı hissəsində gərgin hiss edirsiniz? Elə-belə? Hə, bax elə. Bax, sadəcə diqqətinizi yönəldin rahat. Öz əzələlərində çox vaxt, insanların bir çoxunda, baxın, bu dodaq ətrafı nahiyəsində gərginlik olur. Danışıq aparatı bizdə biraz belə, ona görə, hə, bax, boğaz, danışıq aparatı bir çoxunda elədir də. Kimdəsə alnında ola bilər, o müxtəlif səbəblər. Amma bax, dodaq ətrafında danışıq aparatımızı kəsatlayan o gərginlikdir. İnsan həyəcanlı olanda dişlərini sıxır və danışanda çox vaxt, bax, dodaqlar tərpənmir. Dodaqların tərpənməsi üçün bütün bu əzələlər aktiv iştirak etməlidir. Bizdə ona görə məşğələlər var ki, o məşğələlər sayəsində mən həftə boyu sizə verəcəm. Trampın dilini eləmək. Məşğələlərdə... Gözüm ağımdır. Danışırıq. Bu yaxşı deyil əslində. Əslində bir dənə sadə məşğələ var da. İ, u, i, u, i, u. Bax, onu özünüz sərbəst edin. Bütün, bəli. Onlar bunsuz mümkün deyil. Heç kəs andan gəlmə bu istedada belə deyim də sahib deyil. İnsan gərək öz üzərində işləsin də. Bu bizim əlimizdə olan, bizim danışığımız bir instrument, bir alət kimi. Biz ondan sadəcə olaraq onu rəndəliyə mükəmməl bir vəziyyətə gətirib çıxarırıq və bunu hər kəs bacara bilər. Və əgər insan görəndə ki, tutaq ki də, mən bu mərhələləri keçirəm, hər şey məndə yavaş-yavaş alınır, amma nədənsə məhz çıxış edən zaman bütün bildiyim belə unudulur. Buna səbəb olan o həyəcan faktorlarla işləmək lazım olacaq. Hansılar ki, insanı sıxır, saxlayır. Ona görə biz elə başlayacağıq birinci modulda həyəcan faktorlarının üzərində köklənməyə. Amma sırf sizin konsepsiyanıza uyğun olaraq, sırf sizin çıxışlarınıza uyğun olaraq həyəcan məqamlarını aradan qaldıracağıq. Bu tətbiq olunacaq tədricən. Başqa nə demək istədiyim var idi? Belə deyək də. Məsəl üçün, bunlar bir söz deyim. Aha, buyurun. Çıxışlarım olurdu, məsəl üçün. Müdür işləyən vaxtlarda. Aha. Hazırlaşırdım, qəşəng. Belə bacım o işdə yaxşı idi, icradə işləyirdi. Ruhlayırdı, əladı, heç bir düzəlişə ehtiyac yox. Çıxış vaxtı gələndə mən onu həyəcanla oxuya bilmirəm. Nə bilirəm onu, o da həyəcanlı, bizi dolğun alınmır axı. Hə, həyəcan mane olur. Oxuyurda oxumaq elə bir ki, mümkündür, icazəlidir. Amma həyəcandan oxuya bilmirəm. Həyəcandan oxuya bilmirsiniz. Artıq sünilik alınır. İnsan həyəcanlı olanda özünü çərçivəyə salır. Elə bir ki, bir addım sağa, bir addım sola nəsə problem ola bilər və insan bütün diqqətini yönəldir yalnız danışdığı sxem üzrə. Yəni, əgər sanki bütün misal üçün çıxışınızı, salamlaşmanı yazsanız hələ üstəlik, bütün diqqətiniz o vərəqdə olacaq. Vərəqdən asılı bir duruma düşəcəksiniz. Belə olan halda insan çərçivədən kənar çıxa bilmir və anında artıq nəsə öz istəklərini düşünmür, öz maraqlarını düşünmür. Yalnız bütün maraqları köklənir ki, mütləq deyilən sözü təkrarlamalıyam. Buna artıq süni bir... Yox, o da düzgün deyil.
Həm o olmalı, həm beynimdə olmalı. Bu da Beyninizdə, bax, yazıda olmamalıdır. Yazıda nə yazıla bilər? Bax, biz təqdimat hazırlayırıq. onda da mən düzgün olayım mən. Baxın, deyəcəm sizə. Yazıda tezislər qeyd olunmalıdır. Sizin çıxışınızın hər bir çıxışın reqlamenti olmalıdır. Bax, bunu düzgün anlayın mənə. Çünki reqlamentsiz mümkün deyil. Siz kaotik danışa bilməzsiniz. Sərbəst çıxışlar var. Sizə gözlənilməz, əgər kimsə dəvət edirsə səhnəyə, gözlənilməz sizə söz verilirsə, sual verilirsə, siz anında eksprompt olaraq o sualın cavabına yönələ bilərsiniz. Yox, əgər həyəcan sizə mane olursa, deməli o başqadır. O diqqət mərkəzində olmaq narahatlığıdır ki, birdən mən nəysə düzü, bu insanın özünə qarşı olan özgüvənsizliyindən irəli gəlir. Şükür ki, o yoxdur. Amma reqlament olmalıdır ona görə ki, siz bilməlisiniz ki, sizin çıxışınızın məqsədi nədir? Başlanğıcı nədir? Ana xəttidə, kulminasiya deyirəm həmişə ona ki, bax, nəyə gətirib çıxarırsınız bütün bu dediklərinizi və sonda söhbəti bağlamaq, yəni informasiyanı toparlamaq məsələsi var. Hə, bəli, bax, elə bir ki, çıxış başlayır, salamlaşma, şəxsi təqdimat, informasiya xarakterli, yəni nə üçün mən çıxış edirəm bugün, məqsəd nədir? Ondan sonra keçid vermək lazımdır mövzuya, məzmuna, yəni problemi açmaq, böyütmək, yəni nə dərəcədə siz onu qabartmaq istəyirsinizsə də. Ondan sonra çıxış yollarına yönəlmək və daha sonra nöqtəni qoymaq. Yəni xətt budur. Əgər siz nöqtəni qoymasınız, hərəkətə bir çağırış etməsiniz, bax, insanlar gəlirlər bugün sizi nə üçün dinləyirlər? Elə bil hər şey yarımçıq qaldı. Hər şey elə bil ki, mənasız qaldı. Ola bilər ki, sadəcə deyəcəklər ki, nə gözəl mütəxəssis deyə maraqlı danışır. Hə, yaxşı, o maraqlı danışmağını insanlar bəli. Sonda deyir konkretləşdirmək. Ay, sağ olun. Sonda yəni mütləq konkretləşdirmək vacibliyi durur. Tak. Yəni o həm dediyim kimi o sonda da konkretləşdirmək üçün bəzən çıxış zamanı insan bilməlidir ki, hansısa sitatlar, hansısa söhbətlər, bu çox vacib bir mesajdır ki, onu ötürmək lazım. Onu qeyd etmək olar və onu da təqdimatda, PowerPoint-da yığılan slaytlarda insanlar onu belə də mütəxəssis onu tətbiq etməlidir. Çox vaxt insanlar düşünür ki, mütəxəssislər də yəni gündəmdə nə vacib məsələlər? Əslində yığılan slaytlar təlimçi üçün, o təlimçinin özü üçün lazımdır. Auditoriya üçün lazım deyil. Auditoriyanın əksinə diqqətini slaytlara yayındırmaq da düzgün deyil. Bəzən yığırlar mütəxəssislər, bəlkə də təlimlərdə görmüsünüz. Çoxlu sayda böyük bir mətnləri atırlar slaydın üzərinə, belə də ağır bir mətnləri kiçik şriftlərlə. Səhnədən insan onu nə cür oxusun? Tutaq ki, oxuyur. Yaxşı, şriftini biraz böyük etmişsiniz. İnsan oxuyur, siz də buradan danışırsınız. Artıq diqqəti sizdə deyil, slaytlardadır. Sizin dediyiniz cümlələr mənasız olur artıq. Elə də təlimçilər var ki, slaytları açırlar və orada yazılanları başlayırlar oxumağa sanki. Hələ kürəklərdə də çevrilirlər auditoriyaya. Otururlar və baxırlar belə sanki. Türkiyədən gələn idi. Olur. Yəni mən bunu bilirsiniz necə? Heç olmasa biraz genişləndirmir. Genişlənmir. O tezislər, slaytlar mütəxəssisin özü üçündür. Yəni mən bugün bax slayt hazırlamamışam da. Bir-iki dənə slayt hazırlamışam açıq dərs üçün. Yəni ki, çünki dərsimiz bugün sırf onlayn deyil, yəni əsas yəni görüşümüzün praktikasından başlayırıq da. Ona görə slayt hazırlamamışam, bunu əhəmiyyətli görmürəm. Lakin hardasa qeydlərimi bax bu formada etmişəm. Bu olmasa, bu qeydlərim olmasa, mən düşünəcəm ki, nəyi dedim, nəyi demədim. Nəyisə diqqətimdən yayına bilər. Amma mən bütün axı cümlələrimi burada yazmamışam. Düzdürmü? Və eləcə də kiçik çıxışlarda, misal üçün kameranın qarşısında ola bilər ki, reelslar çəkən mütəxəssislər var ki, onlar da çalışırlar ki, neysə çəksinlər və yazırlar, hazırlayırlar. Üsələ xanım dedi ki, çatdıra bilmədim. Problem deyil. Onda yazaram ki, sonradan baxar, video yazı gedir. Amma əgər insan, belə deyək də, bu kiçik reelsi yazsa, misal üçün çıxışlarını, sonradan başlasa onu səsləndirməyə, olacaq monoton çıxış. Amma o monotonluqdan uzaqlaşmaq üçün, emosionallığı əlavə etmək üçün burada tələb olunur nə? İntonasiya və vurğular. Çox vaxt intonasiya, vurğular olmadığı təqdirdə belə bir problem yaşanılır. Mən istəyirsiniz belə eləyəcəm. Qrupda
Mən sizə də göndərərəm. Bax, elə indi elə yerindəcə, hazırca bizim ünsiyyət bacarığı qrupumuza bir mətn göndərəcəm. Rəna xanım, buradasınız siz də. Mən bir mətn göndərəcəm ünsiyyət qrupuna. Bəli, bəli, Samira xanım. Hə, bir dəqiqə. Onu səsləndirə bilərsiniz. Bir dənə ucadan oxuyun Şəfəq xanım. Baxaq görək onun oxunuş tərzində, misal üçün, harda nə gözə çarpır. Sadəcə belə deyək, diaqnostika keçirəcəyik. Yaxşımı? Belə. Bax, tutaq ki, mən bunu hazır etməmişdim də, deyəsən. Eybi yoxdur. Bax, belə. Deyəsən, WhatsApp-ım da açıqdır burada. Əla, nə gözəl. Nə yaxşı insan öz kompüterunu dərsə gətirəndə, nə yaxşı olur. Nə gözəl. Kiçik bir mətn göndərəcəm. Bax, hesab edin ki, bu çəkilişin mətnidir. Əgər sevdiyiniz insanlar, münasibətlər sizə əziyyət verirsə, nə etməlidir? Bax, bu. Ünsiyyət bacarığı. Ünsiyyət bacarığı qrupuna, bax, ünsiyyət bacarığı qrupuna bir dənə mətn göndərəcəm. Dəqiqə, keçirəm WhatsApp-a. Məni üzrlü hesab edin, Samira xanım. Mən artıq işə getməyə hazırlaşıram. Ona görə evdən çıxmalıyam. Oldu Rəna xanım, narahat olmayın. Video yazı gedir hələ. Aşağıdakı Wi-Fi-də da elə eyni. Wi-Fi-yə qoşulun. Hə, buradakı GTC-yə qoşulun. Buradakı başqadır. Hə. GTC-yə qoşulun. Evet. Tak. GTC, burada da. Sizdə? Вот так. Hə, burada parol da Kənan müəllimin nömrəsi. 33. Mətnin səsləndirilməsində də belə adamla görüm nə suallarımız var idi. Yaxşı, bugünkü mövzu ilə əlaqəli ünsiyyət bacarığı artıq bildiniz də, yəni skem olaraq hansı mən əslində niyə görə 3 modul etdim bunu, 3 aylıq kurs olaraq. Adətən 2 ay müddətində də, yəni əsas mərhələləri insan biləndə zaten davamlı bir prosesdə insan öz üzərində işləməlidir zaten. Lakin əgər artıq 3-cü ayda insan bunu tətbiq etməkdə bir çətinlik varsa, onun üçün də dəstək üçün artıq texniki bir məsələlər var. Məsəl üçün, bax dediyim kimi, slaydların qurulması, tərtib olması, slaydla işləmə qaydaları, səhnədən hərəkət edəndə, misal üçün də hansı nüanslara diqqət yetirmək lazımdır, mütəxəssisin imici, xarizması, bədən hərəkətləri, geyim tərzi, hətta qadındırsa onun hansı kosmetik vasitələrdən bilirsiniz necə istifadə etməsi, bəzən elə dodaq boyaları olur ki, dodaqları keylidir. Onlara qədər, o incəliklərə qədər insan bilməlidir. Nə cür geyinmək lazımdır, nə cür aksesuarlar tərtib etmək lazımdır, sizə mane olmasın. Diqqətli bir çox faktorlar, belə deyim də, təsir edə bilər diqqətin yayılmasına. Ona görə biz imicin formalaşması, hətta danışıq üslubu da hər kəsdə axı müxtəlifdir. Eyni olmaq məcburiyyətində deyil axı. Bir insan ola bilər ki, bir qədər daha şıltaq, daha əyləncəli, dinamik istəyir öz çıxışlarını, belə deyim də, bu formada rəngarəng etsin. Kimi isə daha təmkinli, daha sakit, daha səs tonu aşağı bir səviyyədə, səs tonun ahəngini əlbəttə Səidə xanım, səs tonu ümumiyyətlə bu bir cihazdır. Onu nə cür kökləsək, elə bir formada da mən özüm illər əvvəl televiziya sahəsindəki fəaliyyətlərimin dönəmində dublyaj redaksiyasında çalışırdım. Yəni orada mən oğlan uşağın səsini də səsləndirmişdim. Qadın, yaşlı qadın. Yəni mən səsimi istədiyim kimi dəyişə bilərəm. Yəni insan səsini dəyişə bilər. Yəni o müxtəlif səs tonlarında danışa bilər. Amma hansı belə daha belə deyim də uyğundursa, çünki insanlar çox səslərini boğurlar axı danışan vaxtı. Biraz gərgin olur. Kimisə baxın burunda danışır. Sən mən nə yaxşıyam, sən necəsən? Baxın sıxıram da səsimi danışanda. Bu insanın vərdişidir. Səsini açmır.
Açmaq üçün xüsusi texnikalar var ki, o texnikaların sayəsində səsinin temporitmini belə dəyişə bilər. Düzdür, kişilərdə bir qədər hətta biraz maraqlı bir səs, ahənglər atmaq olur. O kişilərə xas olan, bəli. Onlar bacarırlar bunu çox bizdən daha gözəl. Amma qadınlara uyğun olaraq da biz konsepsiyamıza hər dəfə yenidən qayıdıram. Məqsədimizə uyğun olaraq həm səsimizi, danışığımızdakı istifadə etdiyimiz sözləri belə deyim, filtrdən keçirərək biz öz nitq bazamızı formalaşdıra bilərik. Çox sağ olun, təşəkkür edirəm Səidə xanım. Səsin doğrudan da insana təsiri çox böyükdür. Psixologiyada ümumiyyətlə bu çox önəmli bir faktordur. Çünki məhz deyirlər, səsini ucandan səslənir. Sizin səsiniz, belə deyim, çox gözəldir. Sizin səsiniz çox gözəldir. Mən çox narazıyam. Yox, çox aqressiv danışıram. Əminə Dilbazini xatırlayın. Mən onu çox da deyirəm. Baxın, görürsünüz. Bəlkə nəsə bu dərəcədə Çox sağ olun. deyirlər adamlar. Bəli, sizin səsiniz hələ köklənmir. Adi mağazadır. Sizin səsinizi kökləyərik Şəfə xanım. Özünüz görərsiniz ki, necə şeirlər deyəcəksiniz sonra efirdə. Məktəbdə demişəm də. Ona deyəcəkdim. Deyirəm ki, eşidəndə belə dedim, ayalı, mən görəsən sesimi belə mülayim eləyə biləcəm. Mülayim etməyin məqsədi nədir? Sizin səsiniz qalındırmı? Sizin səsiniz... Biraz istəyirəm, nəsə çox incə olsun. Bir də mətni zəhmət olmasa oxuya bilərsinizsə oxuyun bilən baxaq. Həmin göndərdiyim. Həmin, göndərdiyim mətni. Səsiniz eşidilirmi? Olarmı bura əyləşəsiniz Şəfə xanım? Bura kameraya da səsiniz düşsün. Diaqnostikada bizdə hər kəs deyə bilsin də. Hələlik sizi çəkmirəm, amma sonradan yavaş-yavaş çəkilişlər edəcək. Əgər sevdiyiniz insanla münasibətlər sizə əziyyət verirsə, ən birinci özünüzə qarşı dürüst olun. Açıq və səmimi burada stop edək, üzr istəyək. Elə birinci cümlədən dayanaq da. Burada gördüyünüz kimi monoton oxunuş tərzi oldu da. Bax, sizin oxun. Əgər sevdiyiniz insanla münasibətlər sizə əziyyət verirsə, ən birinci özünüzə qarşı dürüst olun. Və vurğu həm intonasiyada, həm vurğuda gördüyünüz kimi orada yanlış var. Vurğu niyə görə? Siz vurğunu vurdunuz oluna. İndi buna bir emosiya, intonasiya qatanda birinci elə bir ki, təklifdir də. Əgər sevdiyiniz insanla münasibətlər sizə əziyyət verirsə, ən birinci pauza. Özünüzə qarşı dürüst olun. Özünüzə qarşı dürüst olun. Burada vurğunu vurmaqla siz artıq cümləyə bir özəllik qatdınız da, rəngarəng. Çünki insanlar həqiqətən də bu emosiyalarla oxuyurlar. Bəzən niyə görə deyilir? Qulaq asdım, dinlədim, amma mənə çatmadı. Niyə çatmadı? Çünki monoton oldu. Biz səsi eşitdik. Sözlərin mənasını dərk etmədik. Amma sözlərin məna verən nədir? Vurğular və bir də intonasiyadır. Düzdürmü? Ona görə bu intonasiyaya diqqət yetirməniz lazım olacaq. İndi bax, ikinci cümləni o formada. Açıq və səmimi. Açıq və səmimi söhbətə hazır olmaq lazımdır. İndi bunu zəhmətlə bu cümləni biraz belə deyim də. Açıq və səmimi söhbətə. İndi mən sizə deyim də, bu biraz üsyankar deyim, biraz emosi, biraz qabarıq formada. Düzdür, elə olmazsa da biraz qabarıq formada olsun. Açıq və səmimi söhbətə hazır olmaq lazım. Biraz qəzəblənin. Açıq və səmimi söhbətə hazır olmaq lazımdır. Bütün sözlərin arasında pauza var, o düzgün deyil. Düzgün deyil. Baxın, açıq və səmimi söhbətə hazır olmaq lazımdır. Bax, elə bir ki, çıxır kimsə, belə deyək, Hitleri yadımıza salaq, hegemon Hitleri. Açıq və səmimi söhbətə hazır olmaq lazımdır. Açıq və səmimi söhbətə pauza, hazır olmaq lazımdır. Bizim pauzada məntiqi bir də deyək. Açıq və səmimi söhbətə hazır olmaq lazım. Bəli. Əla. Bax, indi doğru bir formadır. Mən demirəm bu formada oxumaq lazımdır. Yəni, mən istəyirəm elə ki, intonasiyanızı götürək. Amma oxunuş tərzində burada məqsəddən asılı olaraq intonasiya dəyişə bilər. Ola bilər ki, mən deyim ki, biraz zəhmət olmasa, bura qatın əlavə olaraq həssaslıq, biraz incəlik. O artıq məqsəddən asılı olaraq dəyişir. Sadəcə o intonasiyanı da düzgün bir formada işlətmək lazımdır. Çox vaxt insanlar deyəndə ki, məhz bu cümləyə, bu sözə vurğu vur, o vurğunu vurmaqda belə çətinlik çəkirlər. Çünki vərdiş köklənir
mənasız bir formada səsləndirməyə cümlələri də. Əgər sevdiyiniz insanlarla münasibətlər sizə əziyyət verirsə, ən birinci özünüzə qarşı dürüst olun. Açıq və səmimi söhbətə hazır olmaq lazımdır. Hazır olmaq lazım. Bu işdə sizə mən özünüzü təqdim sizə kömək edə bilərəm. İndi burada baxın, emosiyalar var. Növbəti bizim dərslərimizdə istəyirsiniz bir dənə ardıcıl oxuyaq. Bax, dediyimiz. İndi bu işdə Bu işdə sizə mən. Bu işdə mən sizə kömək edə bilərəm. Aha, əla, artıq yaxşıdır. İndi sizə suallar verəcəyəm. Çalışın, səmimi cavablandırın. İndi sürət artırmaq lazımdır. İndi sizə suallar verəcəm, çalışın səmimi cavablandırın. Çünki bəzən nitqi həddindən artıq, belə deyim də, ləng uzadanda, aşağı tempdə oxuyanda və yaxud da danışanda burada ləngliyin mənası yoxdur, əsl şey. Çünki siz konkretliyə gedirsiniz ki, belə bir problem var, mən bilirəm ki, açıq və səmimi söhbət etməyə lazımdır da. Mən sizə bu işdə kömək eləyə bilərəm. İndi mən sizə suallar verəcəm, zəhmət olmasa məni diqqətlə dinləyin. Artıq özünkiləşdirib, indi bu formada yazılıb da biz oxunuşuq. Amma danışan vaxtı səmiyyət qatmaq üçün özünüzdən daxilən hansısa bir, belə deyim də, özəllik qata bilərsiniz ki, mən sizə bu işdə kömək edəcəm. Alimlər üçün diqqətli olun. Diqqət tələb olunur, baxır da indi hansı məqamlarda. Belə qeyri-adi güc. Amma diqqətli olmalıdır. Necə ki, bu işdə psixoloji diqqət tələb olunur. Həm də ki, təcrübə, praktika. Baxın, nə qədər çox mətn səslənirsiniz, nə qədər çox kamerada çəkiliş etsəniz, hamısı yararlı olacaq. Bir daha xatırladım yeni qoşulanlar üçün ünsiyyət bacarığı kursunun birinci dərsi tam açıq bugün yayımlanır. Artıq 2 saatdan çoxdur ki, canlı bağlantı açıqdır. Bayaqdan danışırdıq. Təşəkkür edirəm. Diqqət göstərilən hər kəs minnətdaram. Bu mövzuya sizin marağınız varsa, bu çox sevindirici bir məsələdir. Maraq əlində gəlir. Yavaş-yavaş doğrudan da edir. İştah insanda yemək zamanı daha çox gəlir də. İnsan başlayanda, yavaş-yavaş o dərinliyə gedəndə başa düşür ki, özünün şəxsi inkişafında ən vacib göstərici elə öz danışığıdır, ünsiyyətidir ki, bu vacib bir mahiyyətdir ki, insan öz karyerasında da özü üçün lazımlı nailiyyətləri tez bir zamanda əldə edin, uzaq tutmasın. Müxtəlif kənar insanları bir vasitəçi kimi ünsiyyətə cəlb etməsin ki, gəl mənimlə get, gəl mənim yanımda ol. Heç kəsdən asılı olmadan peşəkar mütəxəssis, heç kimin köməyi olmadan sıfırdan öz təlimlərini peşəkar formada tərtib edib onu apara bilər. Aparmaq nədir? Bax, aparıcılıq əslində keçmişdə mənə bugünə kimi niyə kömək olur da? Mən hər zaman deyirəm ki, mənasız deyildi. O illərdə sərf etdiyim mənim, belə deyim də, vaxtım bugün üçün mənə səmərəlidir. Çünki biz söhbətin aparıcısı olmalıyıq. Yəni, insanlara yaxşı bir mənada təsir etmək üçün biz gedişatı da nəzərə almalıyıq ki, bax, qarşımızda oturan insan bizi dinləyirsə, onun hətta üz ifadəsindən, burada psixoloji məsələlər də var, psixologiyanı da bir kompleks tətbiq edəndə biz başa düşürük ki, insan bizi dinləyir yoxsa yox, biz özümüz dinləməyi bacarırıq mı yoxsa yox. Bəzən təlimçi, misal üçün, səhnədən danışır, amma hiss etmir auditoriyanı. Başa düşmür ki, bu insan bu saat qarşısında, bax, birinci cərgədə oturan insanlar səni diqqətlə dinləyirmi yoxsa yox? Onlar darıxırmı yoxsa yox? Onları yuxu tuturmu yoxsa yox? Bax, o məsələlər olduqca vacibdir ki, hər şey nəzarətdə olmalıdır. Siz vəziyyəti anında dəyişib söhbətin istiqamətini belə apara bilərsiniz özünüz. Lakin əgər siz təsir altına düşürsünüzsə, bu artıq başqa bir problem yaradır. Yəni, demək, siz idarəçi deyilsiniz, siz aparıcı deyilsiniz. Əgər kimsə sizə istehsa ilə, bax, birinci cərgədə əyləşən insan istehsanın belə baxsa, siz onun təsirindən o qədər məyus olacaqsınız, o qədər cılızlaşacaqsınız öz aləminizdə ki, düşünəcəksiniz ki, vəssalam, mən deməli səhv edirəm və görün mən hansı vəziyyətdəyim ki, kənardan nə cür təəssürat göstərirəm, mən bacarmıram, mən narahatam, mən ağıllı deyiləm və insanın özü haqqında, dediyim kimi, kognitiv olaraq da düşüncəsində yatışmış şüuraltı qorxuları hamısı oyanacaq və salam problem yaşanacaq. Və bu zaman, belə deyim də, insanları, mən niyə görə dedim ki, auditoriyanın təsir altına deyil, auditoriyanı idarə etmək üçün, bəli, təsir etmək üçün siz ən birinci özünüz haqqında
özünüzə qarşı münasibətdə psixoloji hazırlıq olmalısınız ki, mən ola bilər ki, insan bax buna deyirlər stresə davamlıq. Yeri gəlmişim bizim modulumuza daxildir ya. Elə birinci ayımıza daxildir. Stresə davamlıq. Növbəti dərslərdə sırf məşğələlərdən ibarət olacaqdır bizim dərsimiz. Biz orada elə bir şərait yaradacaq ki, siz, misal üçün mənə buradan kimsə nəsə yaza da bilər də, düzdürmü? Amma mənim ona diqqətim yayına da bilər, yaymaya da bilər. Yayılmağının səbəbi mənim özüm haqqında hansı bir suallara belə deyim də, malik olmalıdır ki, görəsən, doğru mu deyir, yoxsa yox. Amma mən əgər bilirəmsə insana nə çatdıracaqsa, o insan bugün mənə desək ki, əşi, boş-boş danışır da, bu o insanın şəxsi fikridir. Ona diqqət, sən bilirsən nə haqda danışırsan zaten. O bilmir. Onun üçün bu boş görünə bilər. Lakin mövzunu dəyişmək artıq mənim ixtiyarımdadır. Mən ixtiyar sahibiyəm. Danışan zamanı mən hesab edirəm ki, bu məsələn, bu mövzunun istiqaməti dəyişim yoxsa yox. Amma mən təsir altına düşsəm, nə mövzunu dəyişə biləcəm, nə olduğu mövzunda lazımi formada çatdıra biləcəm. Bax, problem budur, bildinizmi? Ona görə dediyim kimi, hələlik oxunulan mətndə biz niyə görə o emosiyaları, istərsiniz bir dənə zəhmət olmasa sizi dayandırdım. Aha, buyurun. İndi sizə suallar verəcəm, çalışıb səmimi cavablandırın. O hər zaman bu cür davranır. Yox, bu sual deyil. O hər zaman bu cür davranır. Yox, o hər zaman bu cür davranır. Vurğu nəyə vurulurdu? Siz axı hər zaman öyrənmək istəyirsiniz, vaxtını öyrənmək istəyirsiniz. O hər zaman bu cür davranır, zamana gedir. Bəli, zaman. Yoxsa əvvəllər tam başqa idi? Əgər hər zaman belə olubsa, niyə indi narahatsınız? Əla. Əgər dəyişilibsə, səbəbini ayrıca araşdırmaq lazımdır. Əla. Əgər ümumiyyətlə, əgər desəz, əgər ümumiyyətlə bir yerdə oturub danışa bilmirsinizsə, o zaman ünsiyyət probleminizə işarə verə bilər. O zaman ünsiyyət probleminizə işarə verə bilər. Bunu xəbərə deyil, daha çox belə deyil də, mübtədaya vurmaq lazımdır da. Nəyə işarə verə bilər? Ünsiyyət probleminizə. Bir çoxunda, aparıcılarda da bu səhv var, təəssüflər olsun. O zaman ünsiyyət probleminizə işarə verə bilər. Bəli. Ünsiyyətə əsas verir. Bəli. Bu istiqamətdə faydalı məlumatlar əldə etmək üçün səhifəyə abunə olun. Səhifəni bildirmək lazımdır. Səhifəyə abunə. Bu istiqamətdə faydalı məlumatlar əldə etmək üçün səhifəyə abunə olun. Yaxşıdır. Baxın, Şəbə xanım, sizin nitqinizdə səhifəyə bir də faydalı məlumatlar. Faydalı məlumatlara. Biraz belə deyim də, işləmək lazım. Yox, o heç o öz yerində. Yəni intonasiya baxımından vurğuları düzgün o yerində oturtduranda sizin səsiniz, belə deyim də, səs tembriniz gözəldir deyənə, tez bir zamanda rahat bir nitq alınacaq da, aydın nitq alınacaq. Çox şükürlər olsun ki, hərfləri geymirsiniz. Bir neçə orada hərf var. L, R məsələsində biraz işləyərik də. Çünki problemi yoxdur, sıx problemi yoxdur. Yəni əsas mən deməliydim ona əgər. Əgəri əgər. Yəni orfoqopiya qaydalarında belə bir ciddi bir problemlər yoxdur sizdə. Yəni normaldır. Amma intonasiya və vurğuları biz işləyəcəksiniz. Bizim zona kitab dilindən danışırdınız. Siz kitab. Qızı, Sezen, Bu rəsmi kitab dili bilirsiniz necə? Əslində Bakı dilinə yaxındır. Amma biraz rəsmi dildə, kitab dilində danışır. Bir dəqiqə istəyirəm. Yox, mən istəmirəm. Sizə çay... Yox, istəmirəm. Özüm xüsusi narahatlıyam. Bugün bizim qızlarımızı, deməli, qrupumuzda məlumat üçün bildirim ki, əyani iştirak üçün cəmi 8 yer var. 8 yer var. Evdə məşq edirsiniz. Evdə məşq edirsiniz, bəli. Cəmi 1-2 nəfər əlavə iştirakçı götürə bilərik. 1 ya 2 maksimumda məlumat üçün bildirim. Çünki bir xanım soruşurdu, daha çoxunu götürə bilməyəcək. Kim əlavə misal üçün də, yer artıq burada məhdud saydadır deyənə, ona görə kim istəsə sonradan onlayn qeydiyyatdan keçə bilər. Burada belə bir ciddi bir fərq yoxdur. Fərq yalnız ödənişdə olacaq. 50% endirimdən onlayn formatda qatıla biləcəksiniz. Və eyni zamanda imkan olacaq ki, video yazıları da sonradan izləyəsiniz. Bax, bu da yaxşı bir göstəricidir və eyni zamanda bizim əvvəlki materiallarımıza da, bütün o təlimlərə də sizin çıxışınız olacaq. Yəni, siz əvvəlki təlimləri də, mənim 5 əsaslı təlimatım var, hansı ki, nitq bacarığını inkişaf etdirmək üçün bir kompleks texnikalardan ibarətdir.
Onları mən qrupda açıq yayımlayacağam. Yəni qeydiyyatdan keçən kim olacaqsa, ünsiyyət üzərində işləmək istəyən, onlar həmin o materiallardan sərbəst şəkildə, hətta mənim köməyim olmadan belə o videolara, o təlimatlarıma baxaraq öz üzərlərində işləyə bilərlər. Ona görə nə sualınız olarsa yazarsınız ve birazdan sizinle görüşü yekunlaştıracağım. Və başqa sualınız var mı qrupda iştirak edənlər? Vay, nə qədər mesaj yazmışdınız, görmürdüm. Çox sağ olun. Siz oxumaq istəyirsinizmi? Aytəkin xanım dedi ki, oxumalı səsdən ayrılmalı oldum. Əgər oxu yoxdursa, mən cəhd etmək istərdim. Sizə amma mətn görünməyəcək deyəsən Aytəkin xanım. Yoxsa öz mətniniz varsa oxuyun. Çünki bunu mətni mən qapalı qrupda paylaşdım. Açıq qrupda indi paylaşsam, məlumatı olmayanlar deyəcəklər ki, bu nə mətndir bizə atırıb. İstənilən mətni götürüb oxuya bilərsiniz, əgər istəyirsinizsə. Sualınız var mı? Əslində hələ ki, öz başına hər mətni də biz məşq eləməyik. İstənilən mətni. Baxın, adi bir kitabı götürürsünüz. Biraz sizin nəzarətinizlə eləyib, elə bir şey sonra. Mütləq. Mən Yoxsa demirəm. uyğunlaşaraq öz Mən elə istədiyiniz. sizin, baxın, 100 kenguru. İstənilən mətni, ümumiyyətlə bundan sonra nə oxuyacaqsınızsa ucadan oxuyun. Artıq biz iş prosesinə başlayırıqsa, siz hesab edin ki, bütün oxuduğunuz hətta nələrsə olacaqsa diktafona da yaza bilərsiniz. Çünki sizin öz səsinizə öyrəşməyiniz də lazımdır. Bəzən insanlar kənardan səslərini dinləyəndə deyirlər, heç tanımadım səsimi. Bu mənəm danışanda. Və oxunuş tərzində də adi belə darıxdırıcı mühazirəni belə açıq və səmimi bir formada oxumaq olar, mümkündür. Amma bəzən baxıb görürsən ki, danışıq dilində yazılan mətni insan monoton və rəsmi oxuyur. O düzdür ki, Səmirə xanım, insanın öz sesi özünə başqa cür gəlir. Vərdiş etməyib deyənə, vərdiş etməyib deyənə, amma başqa cür gəlir. Bu güzgüdə də özümüzə baxırıq, başqa cür görə bilərik də. O bizim vizualizasiyamızda. Bəli. Mən də əvvəllər uşaq vaxtı xoşdurdum ki, jurnalist olacam, aparıcı olacam. Belə götürürdüm mətnləri, oxuyurdum. Sonra da o səs yazanlar olurdu. Onunla səsi yazırdım. Sonra qulaq asırdım, gördüm, burada yaxşı alınmadı intonasiya. Burada belə deyim, burada elə deyim. 5-6 dəfə belə təkrarlayırdım. Xoşum gəlirdi də mətn oxumağı, xoşum gəlirdi aparıcı olmaq. Ona görə mənə də çox maraqlıydı. İndi deyəsən elə dərslər olacaq, maraqlı. Bəli. Kəmalə xanım idi. Yox, kim idi? Yəni sualı verən kim idi? Zülfiyə xanım. Bəli. Elə bəli. Baxın, mən də əvvəllər uşaqlıq illərində, hələ çox balaca idim də, xəbərlər informasiya proqramı gələndə açırdım, o vaxtlar elə idi, qəzetlərdə çıxırdı, reklam edə, açıb oxuyordum. 8:00 xəbərlər informasiya proqramı başlayacaq. 8:30-da uşaqlar üçün cizgi filmi. Yəni yamsılayırdım bir növ. İnsan bu müşahidə qabiliyyətindən də asılıdır. Çünki nəyə diqqət yetirirsənsə, o istiqamətdə artıq başlayırsan, belə deyim də, daha da dərinliyə getməyə. Əgər bugün ünsiyyət mövzusu bu məzmun baxımından sizin üçün aktuallaşırsa, siz həm öz nitqinizə diqqət yetirəcəksiniz, həm başqalarının nitqinə diqqət yetirəcəksiniz, həm də bu istiqamətdə irəliləməyə başlayacaq. Çünki hər dəfə nəyisə dəyişəcəksiniz. Xüsusən də əgər çəkiliş proseslərindən müşahidə olunursa, yəni biz kənardan bunu çəkiriksə, misal üçün analiz ediriksə, araşdırırıqsa, bu güzgü effektidir. Siz baxırsınız və dəyişirsiniz. Bunsuz mümkün deyil. İndi bugün üçün mən belə bir tapşırıq verəcəm də gələn həftəyə qədər. Hər biriniz bir şəxsi təqdimatınızı çəkəcəksiniz. Özünüz barədə bir dəqiqə ərzində, bir dəqiqə yarım fərq etmir, özünüz haqqında informasiya, sanki tanışlıq üçün. Mən kiməm, ixtisasım nədir və bu kursa yazılmaqda məqsədim nədir? Onu çəkirsiniz və qrupa atacaqsınız. Yaxşımı? Belə deyim, qapalı qrupdadır, yəni özümüz olacaq. Yəni kim ki qeydiyyatdan keçirsə, həmin o qrupa daxil olacaq. Eyni zamanda onlayn formatlarda qeydiyyatdan keçənlər olarsa, onlar da həmin qrupa daxil olacaq. Sadəcə əyani iştirak edənlər üçün biz ayrıca QR kod, giriş üçün QR kod təqdim edirik ki, əyani gəlib burada, bax bu məkanda
iştirak edə bilsinlər. Amma onlayn formatda fərq yoxdur. Həmin qrupda olacaqsınız, eyni Bir məşğələlərə dəqiqə iştirak olsun, edəcəksiniz. bircə 2 dəqiqə. dəqiqə, dəqiqə yarım, istəyirsiniz 3 dəqiqə yazın, amma belə deyim, nə qədər insanın nitqi qısa, net, aydın səslənsə, məncə bir qədər daha yaxşıdır. Qısa, lakonik danışmağı bacarmaq da bu ayrıca bir istedaddır. Onu da üzərində ayrıca işləmək lazımdır. Çünki insanlar çoxu bugün bu məsələdə də əziyyət çəkirlər ki, mən fikrimi axı istəyirəm qısa izah edim. İnsanların bugün səbri yoxdur çox dinləməyə. İndi bugün mən bilmirəm, çox danışdım mı, yoxsa izahlı mı danışdım? Çalışırdım hər iki kameraya. Bugün təşəkkür edirəm. Dəyər verib sona qədər izləyən hər kəsə minnətdaram. Sizinlə yəqin ki, artıq sağollaşacağam. Başqa bir sualınız varsa, indi suallara köklənirəm. Son efrin bağlamağına qədər son bir 10 dəqiqə. Nəsə sualınız varsa, yazılı da, sosial şəbəkədə izləyənlər də, nəsə bayaqdan izləyənlər. Dərs ünsiyyət bacarığı kursunun 1-ci dərsidir. Açıq və belə deyim, təmənnasız keçirilir. Gələn səfərlərdən artıq qapalı məşğələlərdir, onu yayımlaya bilməyəcəm. Çünki istəyirəm ki, iştirakçılar özləri tam sərbəst olsunlar, sərbəst iştirak etsinlər. Lakin sonraki mərhələlərdə elə həmin bizim qrupumuzun iştirakçıları özləri çəkiliş edəcək, özləri canlı yayım açacaqlar. Biz bir yekdə bəlkə dərsdən, o vaxtlar əvvəlki kursumuzda biz bir proqram da tərtib etmişdik Şəfəq xanım. Aparıcı da olurdu. O proqramın gedişatında suallar verən mütəxəssis də olurdu. Maraqlı bir çəkiliş oldu. O kadrları çəkəcəyik. Amma indi başlanğıcdır. Hər kəs öz psixoloji bariyerlərini aşmalıdır. Ona görə qapalı keçəcək. Nə suallarınız olarsa profildə yazılan nömrə ilə əlaqə saxlayarsınız və biz sizi istiqamətləndirərik. Yaxşımı? Ona görə efiri mən artıq bağlayım, yekunlaşdırım. Növbəti görüşlərə qədər. Sağ olun. Diqqətiniz üçün təşəkkürlər. Buradan bağlayıram. Zoom hələlik açıqdır. Belə. Canlı yayın bağlandı. Qaldı bizim qapalı, qaldı bizim qapalı, deməli, görüş. Qapalı deyil, amma Zoom-da açıqdır. Suallarınız var mı, xanımlar? Kimlər iştirak edir? Tam görə bilmədim. Şəfəq xanım, indi sizinlə mən istəyirəm mövzunuzu müəyyənləşdirək. Hansı mövzu üzərində işləyəcəyik biz ümumiyyətlə? Siz belə başa düşürəm ki, bugünə kimi psixologiya sahəsində artıq neçə müddət varsınız? Psixologiya məktəbində çoxdan da elə mən sizi görürəm də, düzdürmü? İl yarım. Amma əslində çoxdan da başlamaq. Səhifəniz var, profiliniz, peşəkar bir profiliniz. Açmaq lazımdır. Bir dənə səhifə açır, sonra sizin tapşırığınız birinci texniki məsələlərdən də başlayır. İstəyirəm açaq, orada tərcümələr də yaza bilərik, məsələn, mövzulara aid. Səhifəmdə o cür də ola bilər. Olar, hələlik elə Amma ondan da mən istəyirəm başlamaq o lazımdır. səhifəni şəxsi eləməyimi. Qrupumuzda qızlarla birlikdə bir səhifə yaradaq. Yox, qrupumuzdakı qızları qatmayın. Fərdi məsələlərdir. İndi qayıdacağam. Gəlin bir dənə mən istəyirəm o Zoom-da da sağollaşacağam indi. Yekunlaşdırım, sonra sizinlə sizin bir də məlumat üçün bax indi bildirim ki, gələn həftənin 2-ci günü qeydiyyatdan keçən kimlər ki bizim əyani dərsimizdə qeydiyyatdan keçirlər, onlar saat 2-dən gələcəklər. Bugün bir çoxu iştirak edə bilmədi. Birinci dərsdir, aprelin 1-idir. Bugün ilk iş günüdür. Gələ bilmədilər. Amma video yazını izləyəcəklər. Yəni video yazı ilə paylaşacağam. Yəni bugünkü bizim çıxışımızı açıq qruplarda da paylaşacağam. Amma növbəti ərəfələr artıq hamısı qapalı keçəcək. Ona görə onlayn formatda da qatılsanız saat 2-dən 4-ə kimi, saat 16:00-a kimi gedəcək. Artıq hər həftənin 2-ci günü saat 14:00-dan 16:00-a kimi bizdə məşğələlərdir. Bura bir idman zalıdır. Bəli, bəli. Çox rica edirəm. Əgər mümkünsə 12-dən 2-yə qədər edərdiniz ki, Mənə istəmişdiniz. Söz söyləyənə xanım heç problem yoxdur. Necə deyirlərsə söz danışıqdan keçər. Mən elə bildim ki, yalnız Elza xanım xahiş eləmişdi. Amma heç problem yoxdur. 12-dən başlayırıq. Siz 12-dən gəlin, çünki siz 2-dən dərsə gedəcəksiniz. Aydındır. Gələk hamımız, onda bir tək Vüsailə xanım yəqin ki, saat 2-dən gəlir. Mən qrupda yazaram orada. Onu razılaşarıq. Elə o qədər, onsuz da 7-8 nəfərik hələlik. Salam, hər vaxtınız xeyir Samira xanım. Salam, salam, xoş gördük.
səsimi açdım. Uyğun deyiləm deyə görüntünü aça bilmirəm, üzrlü sayın. Məndə alınmır. Mən işdən çıxıb gəlirəm deyə, ancaq 2-də alınır. Kimdə Yoxsa danışan? istəyərdim Müsəllə xanım xanımlarla. sizsiniz? Mənəm, Müsəllə bəli, xanım bəli, sizsiniz? Səmrə Hə, xanım, Müsailə siz xanımla 2-dən danışan. gəlin. Hə. Siz Hə, yəni Müsailə istəyərdim xanım. gəlim ki, Hə. uyğun olsun digər qızlara da, amma çox Narahat olmayın. təəssüf Yox. çatdıra bilməyəcəm. Başa düşdüm, problem yoxdur. Bugünkü dərsdə iştirak edə bilmişdiniz, yəni əvvəldən? Yoxsa mən bunu video yazına onsuz da çəkdim, yəni əvvəlki Yarıda saat 2-nin yarısından qoşuldum. Hə. Hə, dedim yolu çatana qədər, 2-yə qədər. O da elə oldu ki, bir Görürsüz, fikir əslində gəlib çata bilmədim. Zoom başa düşürəm də, bugün ayın 1-idir. Elə təxmin etmişdim ki, bir çox ola bilər ki, qapıla bilməyəcək, amma narahat olmayın. Mən elə ona görə saat 12-dən 4-ə kimi. Sadəcə elə bildim ki, günün birinci artıq heç kim gəlmək istəmir. Onu dedim ki, gəlin birinci 2-dən edeyim. Sonra yadımıza düşdü ki, Rəna xanım bizə istəyir ki, günün birinci yarısı olsun. Ona görə 12-dən bizim işimiz zaten dediyim kimi məşğələlərdən ibarət olacaqdı. Yəni hər kəsə individual yanaşılaraq. Bugün sadəcə birinci dərs idi, informasiya xarakterli idi. Bugün hər birinizin misal üçün diaqnostik prosesini keçirəcəyik ki, sizin bugün çıxışlarınızda, ünsiyyətinizə mane olan çəkilişlərdə əsasda qabarıq şəkildə narahat edici hansı məqamlar var, onları müəyyən edək, daha sonra isə onların səbəblərini araşdıraq və başlayaq işləməyə. Ona görə individual Səmrə xanım, bəli. Uyğundursa mən onlayn olaraq belə davam edə bilərəm. Bugün indi canlı gələ bilmədim, mənim yox, onlayn davam edək də. Yox, qatılın, heç problem yox. Siz 12-dən mən zaten onda Yox, bugün onlayn üçün deyirəm. Bugün dərs gedirsə, o diaqnostik yoxlanışdan keçiriksə, deyirəm ki, yəni onlayn olaraq davam eləyə bilərik qrupda. Olar. Lap Biz yaxşı. bağlı Onda qrupda. hələlik Onda mən çıxmayacağam, yaxud ora girərəm, oradan necəsə link göndərin. Oldu. Onda biz Təşəkkürlər. Mikrofonu bağlayıram. Bağlayın, mən sizə sual verəcəm onda. İndi o sual atarım, heç olmasa istiqaməti müəyyənləşdirək ki, gələn səfər artıq bilək nəyin üzərində işləyirik, yaxşımı? Hə, Yaxşı. Onda belə eləyək də, birinci məzmunu dənə dəqiqləşdirməli idik sizdən. Onda üzrlüsən, mən bir dənə zapisi bağlayacağım artıq, mümkünsə. Ki, açıq qruplarda getməsin də artıq belə detallı söhbətlər, yaxşımı? Diqqətiniz üçün təşəkkür edirəm. Bunu bağlayıram, amma yayımı dayandırmıram. Остановить запись.